Ekrana görmək olurmu? Görə bilirsinizmi? Bir də səsim yaxşı gəlirmi? Bəli. Okey. İndi daha diqqətlə qulaq asın uşaqlar. Mətnlərin ən sonunda baxacağam, narahat olmayın, hamısına baxasıyıq. Qrammatikadan başlayıram. Qrammatik və leksik suallardan. 16-cı sualdan başlayırıq uşaqlar. Ümumiyyətlə, mən bu sualların hamısı biraz fərqli suallar idi uşaqlar. Yəni, bazada var, bütün fərqli sualları seçmişəm. Və çoxu da qəbul və birinci sınaq modeli sualı. Baxıram 16-ya. Baxın, həmişə bu tip suallar olanda, məsələn, baxırsan, görürsən burada ikinci səhvdə. Bəziləri məlumdadır, bəziləri məchulda. Neynirsən? Bax, deyir ki, onların uşaqları. Nə? Bax, bu task tapşırıq deməkdir. Siz mənə deyin, görüm, uşaq öz-özünə tapşırıq verə bilərmi? Verə bilər uşaq öz-özünə Xeyr. tapşırıq. Ay, sol. Deməli, burada məchul olmalıdır uşaqlar. Bax, bu ikinci səhvdə məchul olmalıdır. Yəni, uşaqlara tapşırıq verildi olmalıdır. İndi neynirsən? Məchul olmalıdır deyə ikinci səhvdə. Sən neynirsən? Baxırsan, görürsən, bax, məsələn, bu məlumdadır. Hədbin olmalı idi. Bu da məlumdadır. Hədbin olmalı idi. Qalır B variantı, D variantı, Y variantı. Neynirsən? Baxırsan, görürsən, told keçmişdədir, have indikidədir. İndikindən keçmiş uzlaşmaz. Qalır B ilə nə variantı? Y variantı. İndi uşaqlar, parent sözünü görürsünüzmü? Cəmdədir. Cəmdədirsə was yaza bilməzsən. Cavabına qaldı Y variantı. Bu əslində çox rahat test imiş. İndi deyirsiniz, ay mən, bəs bunun tərcüməsi biraz fərqli çıxır. Gəlin baxaq. Valideynlərə deyildi ki, bəs onların uşaqlarına nə verilib? Tapşırıq verib. Bax, valideynlərə deyildi ki, uşaqlara nə verib? Tapşırıq verilib. Cavabımız nə olur? Y. Bəli, ola bilər, niyə olmur ki? İkisi də ola bilər. Zaten bu sualın gözəlliyi buradadır uşaqlar. Dibin modelində gəlmişdi bu, 2020-19 modelində. Müəllim, bir şey soruşa bilərəm. Orada həmişə mən bilirsiniz niyə çaşıram, götürmürəm məchul. Tərcümə eləyəndə valideynlərə deyildi. Axı orada valideynlərə deyil, valideynlər sözüdür. Valideynlər deyildi kimi tərcümə eləyirəm. Valideynə deyildi kimi düz tərcümə edirsən də. İndi valideynə deyildi kimi. Sən bizim dilimiz fərqlidir axı. Onların dilində valideynlərə deyildi. Bizim dilində valideynlə yox, onlar dilində belə deyil də. Valideynlərə deyildi kimi tərcüməsən daha gözəl olar. İkisini də bir diləkdir. Şəkilçini nəzərə almırlar, bildim. Ay, sol. Yəni biraz bizim dilimiz məchul növlə uşaqlar, onlarda biraz tərcümədə uyğun gəlmir. Ona görə çalışın çox tərcümə getmir. Amma sən burada cavab nə olur? Y var. Rahat şəkildə tapa bilərsən. 17-yə baxıram. Bax, biz sizdə bəli, eşitmirəm mən. C variantına görə səhv. Bu had order hansı zamandadır? Yəni hansı zamanda deyirəm? Məchuldadır, məlumda. Məlum evdə. Ayşə, burada uşaqlar öz-özünə tapşırıq verə bilməz. Məchulda olmalıdır. Uşaqlara tapşırıq verildi olmalı idi. Başa düşdüm mənim, çox sağ olun. 17-yə baxırıq. 17-yə diqqətlə qulaq asır uşaqlar. Baxaq suala, diqqətlə qulaq asırsınız. Deməli, burada baxırsan zaten 1 ilə başlayıb hamısı. Deyir ki, o deyir ingilis nə idi? Bir dənə səhhətçi idi. İndi uşaqlar, bax, birdən sonra gəlir 8. Amerikada olanda o deyir siqaret çəkməyi öyrədi hindulardan. Sonra gəlir 7. Amerikadan qaydanda bir gün deyir öz otağında oturub siqaret çəkir. Baxın, bəzi tələbələr burada götürürlər, D variantı yazırlar. Yəni, çoxunuz yəqin D yazmışsınız, D variantı. 1, 8, 7-ni yazır, sonra 5 yazır. Baxın, adam otağında siqaret çəkdi deyirsiniz, sonra deyirsiniz ki, o qorxmuşdur. Nədən qorxur? Yəni, bu qorxmaq nəticədir uşaqlar, bunun səbəbi olmalıdır. Yəni, qorxmağın səbəbi olmalıdır ki, bu adam niyə görə qorxub görəsən? Ona görə sən 5-i gətirə bilməzsən. Əvəzinə nə gətirsən? 2. Deyir, siqaret çəkəndə onun bir dənə deyir, xidmətçisi var idi, qoca. O deyir, tütün haqqında heç nə bilmirdi uşaqlar. Bilmirdi və otağa daxil olur. Otağa daxil olan görən kimi, görür, bax, 4 gəlir. Görür ki, yanır, ayağı tüsü çıxır da ağzından. Ağzından tüsü çıxır. Yox, bu 4 yox. Dəqiqə. 4 yox. Hə. Burada nə gəlir? Deyir ki, gələn kimi görür ki, bəs ağzından tüsü çıxır həmin. O, belə deyək də, başçısının, müdürünün, ev sahibinin. Bu tütün haqqında məlumatı yoxdur axı. Bu qorxur, bax, qorxuru onda yaza bilərsən sən. Yəni, qorxuru artıq, bax, bu 2-dən sonra, bax, 3-dən sonra, uşaqlar, bax, nədir? 3-dən tüsü çıxır, görürsünüzmü? Ondan sonra artıq 5-i yaza bilərsən sən ki, adam görür ki, ağzından tüsü çıxır, elə bilir ki, niyə? Alovlanıb. Ondan sonra qorxur. Hə, bu da elə bilir ki, alovlanıb, yanır, gedir üstünə gətirir, su tökür uşaqlar. Ona görə cavab nə olur? Y variantı. Davam edirəm. Keçəm 18-ə. Uşaqlar, baxın, biz burada nə qayda demişik? Ümumiyyətlə, biz demişik ki, no'dur, sam'dır, no, sam, any, sonra
Bir də what. İndi yəliyə vəziyi falan deyə bilərsən. Bundan sonra Z yaza bilməzsən. Artikl olmur axı. Bundan sonra enaze yaza bilməzsən. Bundan sonra ancaq nə yazırsan? Aze yazırsan. Yada saxla. Yəni no aze deyə bir şey yoxdur. Ya da no enaze. İndi qalıb burada B variantına baxıram. Bu hördən sonra mütləq isim gəlməlidir. Baxıram görəm burada isim yoxdur. Deməli bu nədir? Səhvdir. Bu nədir? Səhvdir. Ona görə də bu variant olmur. Baxıram burada Y-yə, bax Azədir, hers. Biz bilirik ki, sonunda S olan əvəzlikdən sonra isim gələ bilməz. Zaten isim gəlməyib orada. Yəni bir problem yoxdur. Onunki kimi deyirsən, tərcümə edirsən. Bir problemi yoxdur. 19-a baxıram. İndi uşaqlar nə isə başa düşməsəz, saxlayın soruşun ha. Yəni mən çalışıram. Bəli. B variantı niyə olmadı ki orada? Hördən sonra isim gəlməlidir ilkən. Hördən sonra mütləq isim gəlməlidir axı. Gəlməyib axı. Hördən sonra mütləq nə gəlməlidir? Aysə, hördən sonra isim gəlməlidir. İsim gəlməyib deyə sən hörü orada nə edirsən? Çıxırsan da artıq saxlaya bilməzsən. Baxıram 19-a. Uşaqlar bax, birinci bu qaydanı yazın burada. Mən dediyim 6 dənə düsturlardan biri bu idi. As soon as idi. Bir də while idi. Ümumiyyətlə bax, bunlar olan hissədə uşaqlar sən heç bir tərəfinə bitmiş zaman yaza bilməzsən. Bitmişləri yaza bilməzsən. Burada bitmiş yaza bilməzsən. Diqqət. Bitmişləri yaza bilməzsən. Bitmiş deyəndə indiki də, keçmişdə gələcək. Hər üçün nəzərdə tuturam uşaqlar. As soon as olan cümlədə, while olan cümlədə heç bir tərəfdə bitmiş ola bilməz. Görən kim nə edirsən? Səhv çıxırsan. Yəni bir problem. Buna görə burada 4 səhv uşaqlar. Bu getdi. Sonra, mənim qaydam nə idi? Demişdik ki, heç bir bağlayıcıdan sonra gələcək zaman gəlməz. Bir də belə bir qayda var uşaqlar. İngiliscə 2 dənə gələcək zaman uzlaşa bilməz. 2 dənə bitmiş zaman uzlaşa bilməz. Ona görə nəyə çıxırsan? Tez buradan 3-ə çıxırsan. Sonra baxırsan nəyə? Baxırsan görürsən graduated keçmiş zamandadır. Will gələcək zamandadır. Keçmişlə gələcək də uzlaşmaz. Bu da getdi. Baxıram bir də bax indiki gələcək. Bir problem yoxdur. Keçmiş bir problem yoxdur. Cavabı nə olur? 1 və 2. İndi deyərsəm mən burada as soon as-dən sonra gəlib ancaq əvvəl yoxdur axı. Bu əvvəlləri atırsa bax gətirməlisən bura. Demişdik vergüldən sonra gələn cümləni nə edirsən? Gətirirsən əvvələ. As soon as-dən sonraki söz yox. Bitmişlərdir. Bitmişlər gün ayı. Bitmişlər. As soon as olan cümlədə, while olan cümlədə heç bir tərəfdə bitmiş zaman ola bilməz. Bitmiş deyəndə indiki də nəzərdə tutun. Keçmişi də gələcəyi də. Yəni hər üç nəzərdə. Buyur. Burada bir problem yoxsa keçirəm 20-yə. Uşaqlar, abundance sözünün mənası, müəllim, busy time-da düsturu da qeyd edə bilərsiniz də. Busy time. Busy time-da keçmiş sadə, keçmiş bitmiş gəlir də. Sonra gəlir keçmiş sadə, busy time-da. Əvvəldə gəlir keçmiş bitmiş. Düstur budur. Keçmiş sadə, keçmiş bitmiş. Biraz sonra qeyd edəcəm o birisi zaman testində. Abundance sözü mənası uşaqlar. Nə deməkdir? Bolluq, bərəkət deməkdir. Həddən artıq çox olur nəysə. A large quantity olur. A. Distract kimsə fikrini yayındırmaq deməkdir. O to take somebody's attention. Kimsə diqqətini edirsən, götürürsən. Y olur. Perish isə ölmək deməkdir, yoxa çıxmaq deməkdir və ya tükənmək deməkdir. Olur dayı nə idi? Sinonimidir. A, Y, B nədir? Bizim düzgün cavabımızdır. Keçəm 21-ə. Uşaqlar bizdən logical wrong istəyir. Yəni məntiq olaraq səhv istəyir. Wrong-u. Bir də deyir ki, valideynlər deyir, valideynlər. Bəs öz deyir, balaca uşaqlarının qeydinə qalmalı deyirlər. Əlbəttə ki, nədir? Səhvdir. 2-yə baxıram. People who are selfish never think about other people. Kimlər ki deyir egoistdir, başqa insanlar haqqında fikirləşmir. Bu nədir? Düzdür. 3-ə baxıram. Deyir, çalışqan insanlar məsuliyyətli olurlar. Düzdür. Biz deyir, səhv eləyəndə deyir, səhv olanda üzr istəməliyik. Düzdür. 5-də deyir ki, bəs öz ana dilini bilməmək möhtəşəm bir şeydir. Əlbəttə ki, nədir? Səhvdir. İndi burada nə istəyir? Wrong istəyirsə cavabımız nə olacaq? 1 ilə 5, yəni A variantı. Keçəm 22-yə. Bizim qaydamız nə idi? Burada suala o qədər də fikir vermirsən uşaqlar. Cümlənin ortasına qaydamız nə idi? Bağlayıcı gəlməlidir. Bağlayıcı. Mübtəda gəlməlidir sonra. Mübtəda. Sonra gəlməlidir xəbər. Bağlayıcı gəlməlidir. Mübtəda gəlməlidir, sonra xəbər gəlməlidir. Yəni sual cümləsi yaza bilməzdir. Sonra tələbə bilməlidir ki, məsəl üçün, why olan cümlədə for olmur. Why what for-a bərabərdir. Bax, bağlayıcı why-dır. C mübtədadır, sonra xəbər gəlməlidir. Nədir bu?
Uyğun gəlmir. Səhvdir. Sonra C variantına baxıram. Bağlayıcı, mübtəda, sonra xəbər gəlməlidir. Nədir? Səhvdir. Yəni C-in birinci gəlməli idi də. Sonra davam edirəm yenə. Bax, what bağlayıcıdır, mübtədadır, xəbərdir. Bir problem yoxdur. When-dən sonra demişdik, what time-dan sonra indiki bitmiş zaman gələ bilməz. Gələn kimi çıxırsan cümlədən. When-dən, what time-dan sonra indiki bitmiş gəlmir uşaqlar. Görən kimi çıxın. Heç baxmanıza ehtiyac yox. Müəllim. Bəli. Üzr Eyvallah. istəyirəm, məndə bir dənə dondu. 19-da niyə 3 olmadı? Bir dənə onu eləyə bilərsiz zəhmət olmasa. Ora dondu məndə. Eşitmədim. 19-da virgül iki tərəf niyə olmadı? Əslində sonra gələcək zaman gəlməz. Bir bu səhvdir. Əslində sonra gələcək zaman gəlməz. Bağlayıcıdan sonra gələcək gəlmir axı. Bir də iki dənə belə deyək də, gələcək bir-birindən uzlaşa bilməz heç bir şəkildə. Yadına saxla. Çox sağ olun. Sağ ol. Davam edirik. Keçirik nəyə? 23-ə. Baxın uşaqlar, indi 23-də tələbələr fərqli C-də kimi mübtəda necə olmalı? C-də what mübtəda kimi olsa necə olmalıdır? C-də what mübtəda ola bilməz axı. C-ni gedək istərsən. What brings olar deyə bilərsən. What brings nə gətirir? O da mənasız. What was brought deyə bilərsən. What was brought. What was brought. Nə gətirildi? C-in var deyə o mübtəda kimi istifadə eləmək olmur. 23-ə baxıram. Uşaqlar, bax, mən sənə demişəm, dırnaqla başlayan cümlənin hekayəni başlada bilməzsən. Yəni, burada uşaqlar, sən heç bir şəkildə 1, 2, 3, 4, 6 ilə başlada bilməzsən. Nə ilə başlamalısan? Nə ilə başlamalısan? Ancaq 5 ilə başlamalısan. Bax, indi Little Cem deyir, məktəbdən evə əlində bir dənə yeni kitabla gəlir. 5. Sonra deyir ki, bax, indi uşaqlar, əlində bir kitab gələndə bir anasına bu kitabı təqdim eləməlidir. Bu kitab hardan çıxan şeydir, hardan olan şeydir də. Deyir ki, anasına deyir, it's a prize mı? Anası deyir, bu nədir? Hədiyyə. Bir gəlir. Anası da hədiyyə sözünü eşidən kimi deyir ki, a prize, deyir, hədiyyə. Deyir, nə üçün deyir, əzim deyir. Nə gəlir? 4. Anası soruşur. O da qayıdır deyir ki, bəs bizim deyir, dərsimizdə müəllim soruşdu ki, dəvə quşların neçə dənə ayağı var? Mən dedim 3. 6 gəldi. O da qayıdır deyir ki, amma deyir, anası da deyir, amma deyir, dəvə quşun 2 dənə uşağı var, 2 dənə uşağı deyirəm, 2 dənə ayağı var əzizim. Gəlir nə? 2. O da qayıdır deyir ki, aynı o deyir, mən bilirəm deyir, ana deyir. Amma Seyfin deyir, qalan bütün tələbələr hamısı 4 deyir. Ən yaxın cavab deyəndə mən olduğuma görə mənə verdilər hədiyyə. Yəni, o 3 deyib axı. Axırda nə olur? Nə olar? 3, 5, 1, 4, 6, 2, 3. Nə olur? 5 yerə cavab yoxdur. Hə, nə olur? B variantı. 24-ə baxıram. Bax, uşaqlar, bəzi tələbələr çaşırlar. Nədən çaşırlar? Elə bilirlər ki, ingilis dili Azərbaycan dili kimidir. Yəni, nisbi sinonim, konkret sinonim axtaraq, mütləq sinonim. Burada belə bir şey yoxdur, uşaqlar. Yəni, nisbi sinonim də ola bilər. Bir şeyin əgər mənası uyğundursa, yaxındırsa, nə edə bilərsən? Götürə bilirsən. Bax, handle-ın da idarə etmək mənası var, öhdəsindən gəlmək mənası var. Deal with-in də nədir? Öhdəsindən gəlmək, idarə etmək mənası var. Yəni, A nədir? Sinonimdir. Achieve, accomplish. İkisi nail olmaq deyə bilərsən və yerinə yetirmək. Məsələn, accomplish yerinə yetirmək. Bir şey yerinə yetirəndə o nail olursan. Nədir bu? Düzdür. Burada problem yoxdur. Reveal aşkar etməkdir. Conceal gizlətməkdir. Bu konkret olaraq səhv uşaqlar. Yəni cavab nədir? C. D-də confirm, verify. İkisi də təsdiq etmək deməkdir. Şeydir. But to resist, to withstand. İkisi də sözün mənası müqavimət göstərmək deməkdir. Müqavimət göstərmək kimi tərcümə olur. Cavabı nə variantı? C variantı. Bəli. To deal with-in məşğul olmaq mənası var. Məşğul olmaq mənası da var, öhdəsindən gəlmək mənası da var, sonra idarə etmək mənası da var. Hamısı mənası var, yəni. Var, bəli, istifadə olunur. Keçək 25-ə. Uşaqlar, bax, sinsi görən kimi bir dənə qaydanı yadınızda saxlayın. Gəlin birinci belə bir şey eləyim, bax, sizlə. Bu seti görürsünüzmü, seti? Set keçmiş sadə zamandır. Mən sizə demişdim ki, baş cümlə əgər keçmişdədirsə, qalan bütün cümlələrdə hamısı nə olmalıdır? Keçmişdə olmalı. Yəni, mən də artıq bura indiki yaza bilmərəm. Yəni, qabağımın nə qalır? Nə B-dir, nə də nədir? G-dir. Biz demişdik, sinsin bir dənə düstur var, uşaqlar. Sinsdən sonra həmişə gəlir keçmiş sadə. Sinsdən əvvəl isə 4 dənə B qaydası demişəm mən sizə. Bu nə idi? Keçmiş bitmiş, indiki bitmiş, bir də bunların nəyi? Davam edicisi. Baxıram, burada indi sinsdən sonra keçmiş sadə gəlməlidir da. Baxıram, görürəm B variantını nə yazıblar? Keçmiş bitmiş. Bunu da çıxıram. Cavab nə qalır?
Y variantı. Bu qədər sadə. Bax, keçmiş, bitmiş, keçmiş sadə. Problem yoxdur. Gələm 26-ya. Uşaqlar, indi 26 tipli suallarda, 26 tipli suallarda nə etməlisən sən? Bunu indi bir dənə düstur yazacağam. Bunu qeyd edin özünüz. Nədir bu düstur? Bax, when'di. What time'dı. Sonra how long ago'dur. Bu iki dəfə qəbula düşüb uşaqlar. Yəni qabağınıza səhv çıxacaq. Problem olacaq. Bir də how often'dur. How often. Bax, bu bağlayıcılardan sonra, bu bağlayıcı demək, sual sözlərindən sonra sən bitmiş zaman yaza bilməzsən. Bitmişləri yazmırsan. Sual cümləsində əlbəttə ki. Bunlardan sonra nə yazırsan ancaq? Sadə zamanlar. Yəni, ya indiki sadə yazırsan, ya keçmiş sadə, ya da gələcək sadə yazırsan. Ya da saxlayın. İndi, bir də burada belə bir qayda yazırsan. Bax, yazırsan ki, since what time'dır. Sonra, since when'di. Bir də how longdur. Bunlardan sonra isə sən sadə zaman yaza bilməzsən. Ancaq nə yazmalısan? Bitmiş zaman. İndi bunu SS dilini özündə saxlayın, götürün özünü saxlayın mütləq şəkildə ki, bir problem olmasın. Qabağınıza çox çıxacaq şoqlar. İndi biz nə demişdik? Baxırsan testə. Baxıram görüm have been living yar, indiki bitmiş davam edici zaman sualdır. Bəli, bu suallara aid ancaq Şəfiq, ancaq sual cümləsinə aid. İndi uşaqlar, indiki bitmiş zamanın belə deyək də, quruluşudur. Mən sizə dərs keçəndə demişdim ki, indiki bitmiş zamandan indiki bitmiş davam edici eyni götürür, keçmiş bitmiş zamanda da keçmiş bitmiş davam edici eyni götürür. Yəni, sən when'dən sonra, how long ago'dan sonra heç bir şəkildə bitmiş yaza bilməzsən. Ona görə cavabımız nə qalır? 1 və 4, yəni Y variantı. Davam edirik. Keçir 27-yə. Qaydamız nə idi uşaqlar? İstənilən sadə zamanı götürür. Necə? Sadə zaman dediniz ki, gəlmir də. İstənilən bitmiş zamandan sonra, yəni sayılmır. Bitmiş zaman gəlməz də. İndiki Nədən bitmiş, sonra gələcək. Nədən sonra gəlməz deyirsən? When'dən, what time-dan sonra. Bəli, gəlməzlik. İndiki də keçmişdə gələcək. Heç bir bitmiş gəlməz. Heç bir bitmiş. Sadə gəlir, amma bitmiş gəlməz. Aha, bildim. Qaydamız nə? Complete sentence-in qaydası nədir? Demişdik, bağlayıcı, mübtəda, xəbər. Uşaqlar, bax, 3 dənə feilimiz var idi bizim. Wonder idi, wonder sözü, wonder. Sonra ask idi, bir də want to know idi. Demişdik, bunlardan sonra zət gəlməz. Ona görə A variantı səhv. B-ni saxlayıram. C variantına baxıram, görəm ki, what sual söz, yəni bağlayıcıdır. Sonra şişki gəlməlidir. Mübtəda, sonra xəbər. C səhv. D-də when-dən sonra, what time-dan sonra indiki etmiş zaman gəlməz. Y-də why olan cümlədə nə olmaz? For olmaz. Biz demişdik ki, who-la what özü cümlədə mübtəda olduğu üçün, ola bildiyi üçün, onlardan sonra bir başına gələ bilər, xəbər gələ bilər. Yəni, B-də bir problem yoxdur. Cavabımız nə olur? B variantı. Davam edirik uşaqlar. Keçir nəyə? Yox, if gəlir uşaq orada, Günay. If gəlir, o birlər gəlmir. Deməli, bax, kiməsə qışqıranda shoot at deyirsən uşaqlar. Yada saxlayın. Suspicious-dan sonra 2 dənə şey yaza bilərsən. Əgər şəxs bildirən söz gəlsə, about yazırsan, about. Əgər cansız bir şey gəlsə, of yazırsan. Ya da saxlayın. Suspicious şübhəli demək. İndi, bax, baxıram görəm burada my family's ties yazır. Mənim ailəmin əlaqələri demək. Burada cansız bir şey olduğu üçün, burada nə yazırsan? Of yazırsan. Of yazırsan. Amma mənim ailəm yazılsaydı, nə yazasıydın sən ora? Mütləq şəkildə artıq about yazasıydın. Çünki şəxs bildirən sözü gəlir. Gözəl, davam edirik. İndi bax, Sözün üçə baxın. mənası nədir müəllim? Şübhəli olmaq deməkdir, şübhəli. Suspicious. Məsələn, deyirsən, kimsə haqqında şübhələnirəm. I am suspicious about you deyirsən. Deyirsən, nədənsə şübhələnirəm. Deyirsən, I am suspicious of your actions. Sənin fəaliyyətlərindən şübhələnirəm mən. Bilmirəm, nə zayda hərəkətlər deyirsən. İndi uşaqlar, 3-ə baxırıq. 3-də protect sözündən sən against yaza bilərsən əslində. From da yaza bilərsən. Sadəcə bu against söhbəti bizdə çox istifadə olunmur. Protect nədir? From. Nədənsə qorumaq. Prevent from, protect from.
İndi burada bir dənə haşiyə çıxmaq istəyirəm. Keçən il birinci qəbul imtahanda proposition düşməmişdi. İkinci qəbulda amma var idi. Yəni, demək istədiyim odur ki, bu ildə birinci qəbula düşməmişdi. İkinci qəbulda amma var idi. İkinci qəbulda ola bilər, yəni hər şey ola bilər də, suallar götürüb. Böyük mövzudur. 97 dənə sual var, 60 qrupa. Zelas Van qrupuna. Onları sabah saat 8-ə qədər işləyirsiniz. Sabah saat 8-də hamınız oturursunuz, qoşursunuz, qulaq asırsınız mənə. Diqqətin. Çünki gəlib eyniси düşə bilər. Bunlar da konkret əzbərdir və testləri də eyniси düşür demək olar. İndi başqa bir dənə PDF-də atacağam. Onları da yavaş-yavaş əzbərlətdirəcəm sizə ki, daha heç olmasa sonra tam gedək, hazır gedək. Bir problemimiz olmasın. Davam edirəm. Sağ ol. Keçirəm niyə? Yox, 21.30-da deyil, Günay. 21.30-da niyə olsun? 20.00-dadır. 20.00. Baxıram 29-a. Uşaqlar, hansı cümlə passive voice-a dəyişə bilər deyirsə, nəyi danışıb Vüqar məndən? Uşaqlar, Vüqar mənlə danışa bilməz, mən Vüqarla danışa bilərəm. Çünki özümü mən istifadə edirəm. Vüqar məndən sonra alacaq. Mən ona deməmişəm axı elə bir şey. Mənə deməyib Vüqar elə bir şey. 20 oldu, mən dedi 21.30 onda. Yəqin elə olar. Əgər o deyibsə, elədir. Mənə deməyib şimdi Vüqar müəllimimiz. Gözəl, 29-a baxırıq. Deyir, hansı cümlə deyib passive voice-a dəyişə bilər? Nəyə baxırsan burada? Tamamlığı axtarırsan. Nə də tamamlığı axtarırsan? Çünki tamamlıq olan cümləni passive voice-a dəyişə bilərsən. Bu cümlə, məsələn, bu sual gözəl sual uşaq. Nə edirsən? Bax, deyir ki, onlar təmizlədilər. Nəyi? Bütün evi, bütöv evi. Tamamlıqdır. Dəyişə bilərsən. 2-yə baxıram. Body o qaçır. Harda qaçır deyirsən? Bu parkda. Bu yer zərfidir. Mən demişdim feildən sonra tamamlıqla isim, yəni isimlə tamamlıq belə deyil. Əvəzlik gələndə dəyişə bilər o. Amma yer zərfi, zaman zərfi gələndə passive voice ola bilməz. Harda qaçır deyirsən? Nəyi nəyə deyə bilmirsən axı? 4-ə baxıram. Onlar təyin edəcəklər. Kimi? Yeni direktoru. 3 nədir? Düzdür. Bir problem yoxdur. Bax, görsəm hamısı feildən sonra tamamlığı tapırsan. 4-ü mən öz PDF-imdə yazmışam. Suit sözü təsirsiz feil olduğu üçün passive voice ola bilməz. Suit sözüdür. Mən fall down, bunlar hamısını PDF-də yazmışam. Walk'dur, passive voice olmur. Happen, occur, heç biri. 4-ü görən kimi çıxırsan. 5-ə baxıram. 5-də mən nə demişəm sizə? Demişəm, bitmişlərin davam etisi passive voice ola bilməz. Fərqi yoxdur. Hansı bitmiş olur, olsun. Ona görə 5 nədir? Səhvdir. Qalır nə variantı? 6. İndi uşaqlar, normalda siz öyrəşmişsiniz ki, happen sözünü görən kimi nə edirsən? Çıxırsan. Happen sözü passive voice ola bilməz. Belə fikirləşirsiniz. Uşaqlar, deyirsən, happen sözü passive voice olmaz. Görən kimi çıxırsan. Niyə görə? Occurdu, happendu, take place'dir. Bunlar passive voice olmur. Yəni, bunları görən kimi çıxırıq. Amma sən burada nə edirsən? Sən burada nə edirsən? Sən burada, baxın uşaqlar, tələsmirsən. Nətə tələsmirsən? Nətə tələsmirsən? Bax, deyirəm, I know. Mən bilirəm. Nəyi? Heç nəyin baş verməyəcəyini. Yadınızdadırmı? Biz nə demişdik? Biz demişdik ki, bütün tamamlıq budaq cümlələrini passive voice-ə dəyişə bilərsiniz. Bütün tamamlıq budaq cümlələrini passive voice-ə dəyişə bilərsiniz. Və tamamlıq budaq cümləsi nədir? Baş cümlə nəyi sualına cavab verir? Ya da nəyi sualına cavab verirsin? Salih, 5-də bitmişin davam edicisi passive voice olmaz. Heç bir bitmişin davam edicisi passive voice ola bilməz. Have been doing, yox, have də olsun, been də olsun, bir dənə də ayıncı olsun. Heç bir şeydə passive voice ola bilməz. Ham orada işləyirəm, harda sualına cavab verir, ona görə də ola bilər. Orada, onu da deyə bilərsən, yer zərfidir, problem yoxdur. Amma biz ona baxmırıq da biz. Ülker, I know, nətədir? Bax, mən deyirəm, mən bilirəm. Nə sual verirsən? Bir dənə görün mənə. Mən bilirəm deyirəm, nə sual verirsən? Hə? Nəyi demirsən? Nə demiş ki, biz tamam, nəyi sualına cavab verin, hər şeyi götürə bilərsən da. Yəni, cümlədə ancaq tamamlıq söz olmur. Cümlə özü də ola bilər. Sən görürsən ki, bax, məsələn, burada bu cümlə olmasa, sən bu cümləni passive voice-ə dəyişə bilməzsən. Passive voice-ə dəyişə bilməzsiniz. Bunu yada saxlayın. Bu cümlə olmasa passive voice-ə dəyişə bilməzsən. Çünki happen sözü passive voice olmur heç bir şəkildə. Amma I know, bax, artıq mən bilirəm deyirsən. Bax, bütün cümlə nə olur? Tamamlıq. Əgər baş cümlə nəyi sualına cavab verirsə, sən cümləni passive voice-ə dəyişə bilərsən. Bir problem olmur artıq orada. Problem olmur. Başa düşdünmü?
Gözəl, davam edirik. 30-a baxırıq uşaqlar. İndi burada 6-da dəyişə bilərik. 6-da dəyişə bilərik. Cavab olur 1, 3, 6. 30-a baxırıq. Uşaqlar, bizim sual cümləsini keçən bazar gün keçmişdik. Qaydası nə idi? Demişdik sual sözü. Əgər mübtədaya bir də təyinə sual verməmisənsə, sual sözü gəlməlidir. Sual sözü. Sonra gəlməlidir köməkçi feil. Sonra gəlməlidir mübtəda. Mübtəda. Sonra gəlməlidir nə? Əsas feil. Bax, sual əvəzliyi, köməkçi feil, mübtəda, əsas feil. Əgər cümlənin mübtədasına sual vermirsənsə, yəni mübtədaya bir də belə deyək də, təyinə sual vermirsənsə. How long sual sözüdür. Have köməkçi feildir, sonra gəlməlidir mübtəda, yəni you gəlmək. A səhvdir. B variantında while olan cümlədə for olmaz. B nədir? Səhvdir. C variantında how much sual sözüdür. Does köməkçi feildir. Trousers mübtədadır. Cost əsas feil. Quruluş düzdür. Sadəcə biz demişdik ki, sual cümləsi keçəndə, köməkçi feillə əsas feilin ortasında olan söz mübtəda olur. Və mübtəda da həmişə köməkçi sözün belə deyək də, cəmdə və ya təkdə olmasını təyin edir. İndi trousers cəmdədirsə, burada does olmaz, do olmalıydı. Ona görə C də səhv. İndi burada who'ya baxsaz, deyir ki, kim balaca pişiyin qayğısına qalmalıdır? Burada kim mübtədanın sualı? Mübtədanın sualı olanda uşaqlar, qalan cümlə olduğu kimi neyə bilərsən? Yaza bilərsən. Bir dənə burada who'nu yenə məsəl üçün bir dənə yazın Arif. Deyirəm Arif qeydinə qalmalıdır. Yazdın mı? Sonra artıq Arifə sual verin. Deyirəm kim qeydinə qalmalıdır? Arif. Mübtədaya sual verəndə qalan cümlə olduğu kimi yazırsan. Artıq do'ya, daza, didə ehtiyac yoxdur. Ona görə D nədir? Düzdür. Y'də who sual sözüdür. Will köməkçi feildir. Sonra gəlməlidir you, mübtəda gəlməlidir. Sonra be helped olmalıydı. Əsas feil o biri tərəfdə olmalıydı uşaq. İstəyir 5 dənə, 10 dənə feil yan yana gəlsin. Həmişə bir dənəsi birinci gələn köməkçi feil olur. Bunu yadda saxlayın. Cavab nə olur? Nə oldu bu da? D variantı. Yəni C variantında do olsaydı da yenə səhv olmazdı ki. Yoxdur. O sən bu qiyməti soruşur ha. How much-dan trousers-ı uyğunlaşdırma burada. Deyirsən how many olmalıydı hə orada? Yox, ümumiyyətlə deyirəm, do olsaydı düz olardı. Düz olardı. Heç bir problem yox. Do olsa düz olardı. Yaxşı. Heç bir problem yox. Qiyməti soruşur da burada. Şeyi soruşmur. Qiyməti soruşanda problem olmur. Gözəl. Davam edir uşaqlar. Keçirik nəyə? 31-ə. Baxın uşaqlar. 31-də deyir, mən deyir, nigarı, səd, qəmgin görmədim deyir. Bax, səd, qəmgin görmədim. Baxmayaraq ki, onun kifayət qədər nəyi var idi? Çətinliyi var idi. Bax. Çətinliyi var idi. Olur səd. Yox, sayı, zaman pozulmuyor. Orada şeylərdə, bu məhsul növdə nətə olurdu? Will be helped olur da, gələcəyin məhsul nətə olurdu? Will be helped. Zaman pozulmuyor, ona baxmağa ehtiyac yox. Sadəcə belə olmalıdır. Who will you be helped by? Yəni, you qabağa keçməlidir. Suala bənzəyir, sonra köməkçi feil gəlməlidir. 2-yə baxıram. Bax, uşaqlar, kim ki deyir, cəsur deyir, ona biz coward deyirik, qorxaq deyirik. B olur. Və sözünü tutan insana da reliable, etibarlı insan deyirik. Olur nə? Y. Burada glad-lə cheerful uşaqlar. İkisi də şən sevinci demək. Heç birini uyğun gəlmir. 32-yə baxıram. Sinsin qaydası nədir? Sinsin burasında olmalıdır keçmiş sadə. Burasında olmalıdır bitmişlərdən biri. İndi sinsindən sonra keçmiş sadə gəlməlidir. B də səhvdir, C də səhvdir. B keçmiş bitmişdir. C indik bitmişdir. Görən kimi nə edirsən? Təpəsinə daşı salırsan şu. Qalır nə variantı? A, D, Y variantı. İndi uşaqlar, bax, A, D, Y variantında deyirəm, sinsin o bir tərəfində bitmiş zaman olmalıdır. Hə? Bitmiş zaman. Baxıram, görəm, burada bitmiş yoxdur. Baxıram, görəm, burada bitmiş yoxdur. Bitmiş bir də haradadır? A variantında. Cavab nə olur? A variantı. Bu qədər sadə. Müəllim, orada before-a fikir vermirik. Yox, bu before burada, bax, cümlələri birləşdirməyik. Bax, gör nəyə birləşdirdik burada before. Ancaq cümlələri birləşdirəndə baxırsan halına, yaxşı mı? Burada before century, ondan əvvəl demək. 33-ə baxırıq. Yenə qaydamız nədir? Bağlayıcı, sonra gəlməlidir mübtəda, sonra gəlməlidir xəbər uşağı. Qaydamız budur. Bax, if bağlayıcıdır, mübtədadır, xəbər. Bir problem yoxdur. When-dən sonra, bax, when bağlayıcıdır, Steve gəlməlidir, sonra xəbər gəlməlidir. B ona görə səhv.
C-də biz dedik ki, want to know-dur, ask-dır, wonder-dır. Bunlardan sonra zət gəlməz. Deyirdik, if gəlir uşaqlar. C ona görə səhv. D variantında whether bağlayıcıdır. Steve müftədadır. Həz xəbərdir. Bir problem yoxdur. Hər şey düzdür. Sadəcə birinci tərəf keçmişdə olanda sən burada indiki yaza bilməzsən. Ona görə D nədir? Səhv. Y variantına how bağlayıcıdır. Steve müftədadır. Sonra had gəlməlidir. Y ona görə səhv. Cavabımız nə olur? A variantı. Müəllim. Bəli. When Steve had olsaydı yenə səhv olardı da. When'dən sonra have has had gəlmir deyə. Yox, burada gəlir. Axı, burada gəlir. Burada gəlir. Burada Niyə? gəlir. Complete-də gəlir Zərra. O zamanda da ancaq. Tamam. Complete-də gəlir. Zamanda gəlmir axı. Keçəm nəyə? 34-ə. Baxın uşaqlar, gəlin İşdən burada bir əvvəl də dənə gəlmirdi. Nədən əvvəl? İşdən əvvəl. İşdə, Sözlər eşitmirəm. idi. Hansı sözlər idi? Hansı sözlərdir, bəli. Bəli, hansı sözlər? Ask-dır, want to know-dur, bir də wonder-dır. Bunlardan sonra zət gəlməz, yadda saxla. Ask, want to know, bir də nədir? Wonder. Bunlardan sonra zət gələ bilməz. Soruşuram ki, elə sözlər var ki, onlardan sonra if gələ bilməz. İp yox, elə bir şey eləmirsən, elə bir şey yox. Okay. Davam edirik. Keçirik nəyə? 34-ə. İnşallah 34-də bax, məsəl üçün, burada belə bir şey eləyə bilərsən. Məsəl üçün, bax, mən demişdim ki, əgər bax, answered varsa, replied varsa və ya nə bilim mən told varsa, said varsa, bunlardan sonra gələn cümlə dırnaqla başlamalıdır. Nəyə görə? Çünki kimisə fikrini soruşur, kimisə fikrini deyir. Yəni burada dırnaqla olan bir şey olmalı. Yəni altdan sonra nə gəlməlidir? 5 gəlməlidir. Altdan sonra 5 gələn 2 dənə variant var. Ya A-dır, ya da C-dir. Ya A-dır, ya da C-dir. İndi baxıram C variantını 1-ə baxıram. 1 ilə başlayır. 1-ə baxıram, görürəm burada she yazıb. Mən heç vaxt demişdim ki sizə, şəxs əvəzi ilə başlayan cümlənin hekayəni başlada bilməzsən. Niyə görə? Çünki sən oradakı she'nin kim olduğunu bilmirsən. C ilə də başlama. Cavab nə qalır? A variantı. Bu qədər sadə. Keçəm 35-ə. İnşallah 35 bu mən zaman PDF-ində də var. Mən Bunu mən bilmirəm, 34-də cavab hansı variant oldu? A variantı, A. Oldu mu? 35-ə baxırıq uşaqlar. Bizdə 35-də qaydamız nədir? İndi bu mən zaman PDF-ində də var. Bax, bizdə var uşaqlar. Hardly, when, barely, when, scarcely, sıcarcılı, when, no sooner than. Uşaqlar, 2 dəfə, 3 dəfə qəbula düşüb bu. Bunların orta hissəsində, bu orta hissəsində olu yadda saxlayın. Keçmiş, bitmiş zaman. Bunların o hissəsində, bu hissəsində olur. Nə? Keçmiş, sadə zaman. Yəni sağında keçmiş, sadə olur. İndi baxsaq, həqiqətən bunların bu hissəsində var. Had begun yazıb. Keçmiş, bitmişdir. Burada nədir? Keçmiş, sadə. Keçmiş, bitmiş, keçmiş, sadə var. Keçmiş, bitmiş, keçmiş, sadə. Bunlardan biri seçsən nə olur? Scarcely when, no sooner than. İnşallah, bunların olmama səbəbi həm tərcümə baxımdan səhvdir, həm də nə baxımdan səhvdir? Burada inversiya var. Had qabağa keçir. Bunların olması üçün ilk birinci mübtəda sonra xəbər gəlməlidir. Yəni, had qabağa keçməzdir. Ancaq bunların dördünə nə olur? İnversiya olur. Yada saxlayın. Yəni, bunları ancaq dördünü yada saxlayın. Cavab birisi gün qabağınıza çıxanda bir problem olmasın. Cavab olur 2 və 3. Davam edirik. Keçirik 36-cı sual. Uşaqlar, 36-cı sualda baxıram görəm bu idi, keçmişdir, will gələcək. Uzlaşmaz. Baxıram görəm bu indikidir, bu keçmiş. Uzlaşmaz. Baxıram görəm bu keçmişdir, bu gələcək. Uzlaşmaz. Qalır D ilə Y variantı. Mən zamanlarda belə bir düstur demişəm sizə. Demişəm 6 dənə düsturun içindədir. By plus zaman bildirən söz varsa cümlədə. By plus zaman bildirən söz. Nə olmalıdır burada? 2 dənə zaman gələ bilər uşaqlar qabaqda. Biri keçmiş bitmişdir, biri də gələcək bitmişdir. Yenə deyirəm. By plus zaman bildirən söz varsa 2 dənə zaman gəlməlidir. Biri keçmiş bitmişdir, biri gələcək bitmişdir. İndi baxıram burada hansı var? B ilə Y-də. Ümumiyyətlə Y-də bitmiş zaman yoxdur. Cavab nə olur? D variantı. Yəni burada nə olur? Gələcək bitmiş zaman. Bu yanvarın sonuna kimi. Cavab nə olur? D variantı. Bir də başqa bir şeylə çıxa bilər uşaqlar.
Were-dan məhsuldadır. Şagirdlər edildi. Edildi kimi düzgün, yəni uyğun gəlmir. Şagirdlər edəcəklər desən daha uyğun gələrdi. Yəni məhsuldan da çıxa bilərsən. Cavabın nə qalır? D variantı. Keçim Müəllim, bir 37. dənə yuxarı edə bilərsiz esse salın. Bundan əvvəli. Bunu al. Bəli, bəli. Al. Hə, çox sağ olun. Sağ ol, davam edirik. Keçirik 37-yə. Hansı cümləyə passive voice dəyişə bilərik deyəndə yenə baxmalıq niyə? Tamamlığa. Görək varmı tamamlıq cümlədə? Bax, biz inanırıq. Nəyə? Qalan bütün cümlədə uşaqlar. Tamamlıq. Mən nə dedim? Bütün tamamlıq budaq cümlələrini passive voice dəyişə bilər uşaq. Dəyişə bilərsən. Əgər baş cümlə kimi, nəyi, kimə, nəyə suallarına cavab verirsə, dəyişə bilərsən. Yəni bir problem yoxdur. Yəni bir nədir? Düzdür. Nothing has changed deyir. Heç nə dəyişmədi. Nə nəyi deyə bilirsən, nə tamamlıq yoxdur, nə nəyə deyə bilərsən. Heç bir şey yoxdur. 2 səhv. 3-ə baxıram. Mən demişdim to do, to make ifadələri passive voice ola bilər. To make changes. Onlar edəcəklər. Nəyi? Dəyişiklikləri deyə bilərsən. 4-ə baxıram. To be ifadələr. To be proud of-dur. Nə bilim mən, to be interested in-dir, to be situated-dir. Bunlar passive voice ola bilməz. 5-ə baxıram. Bax, onlar çatacaqlar. Haraya deyirsən? Haraya zərfin sualı. Mən demişdim, feildən sonra yer zərfi gəlsə, zaman zərfi gəlsə, passive voice ola bilməz. Sən burada nəyə diqqət edirsən? Bir də mən PDF-də yazmışam ki, read sözü cansız dilimi təsirsiz feil olduğu üçün passive voice ola bilmir. Cavabımız nə olur? 1 və 3. Bu qədər sadə. Davam edirik. Keçi 38-ə. Uşaqlar, bax, nəsə, nədənsə düzəldilirsə, sən buna of deyirsən. Məsələn, deyirəm ki, ev məsəl üçün taxtadan düzəldilir. Taxtadan deyirsən. Ofun özünün mənası dan-dən demək. Jealous həmişə ofdur. Nə kimisə qısqancılığını demək, kimisə belə deyək də həsədiyyə aparmaq, nəyinsə də deyə bilərsən, fərqi yoxdur. Of həmişə. Bax, burada were impressed məhsuldur, was amazed də məhsuldur. Bax, bunlardan sonra gələsən məhsuldursa, by yazırsan, bax. Burada da by olur, burada da by olur. I'm sorry nə olur? Əlbəttə ki, for. Nəsə üçün nə edirəm? Üzr istəyirəm. Bu qədər sadə. Bunları əzbərləməliyik uşaqlar. Keçəm nəyə? 39-a. İndi 39-a bunu mən bazar günü izah eləmişdim. 2018-2019-un qəbul sualı. 2-3 dəfə düşüb qəbula. İndi, biz demişdik ki, indiki bitmiş zamanın zaman zərfinə V-lə sual verirsən. Burada recent ola bilər, rare şey ola bilər uşaqlar. Məsəl üçün, bu yaxınlarda fərqi yoxdur. 5 dəfə, 4 dəfə V-lə sual verirsən. Amma biz bilirik ki, bu cümlədə indiki bitmiş zamandadır, görsənmi? İndi V-dən sonra indiki bitmiş zaman gələ bilməz. Ona görə sən C-də çıxırsan. C-ni çıxdıq. Bu getdi. Sonra, mən sizə demişdim ki, V-dən sonra indiki bitmiş zaman gələ bilmir deyə, həmin cümləyə sən ya keçmiş sadəyə çevirməlisən, yəni mütləq şəkildə keçmiş sadəyə çevirməlisən. Keçmiş sadəyə 2 cür çevirə bilərsən. Ya was were-lə çevirirsən, ya da did-lə çevirirsən. Əgər sənə verilən cümlə məlumdadsa, did-lə çevirirsən. Məhsuldadsa was were-lə çevirirsən. İndi siz mənə deyin görün, bu cümlə məlumdadır yoxsa məhsulda? Məhsulda. Məchuldur. Məchul. Mən yəni was olası ya A-dır ya da nədir? Y variantı. Was olası ya A-dır ya da Y variantı. İndi qaydana gəlin tətbiq edirik. Sual əvəzliyi, köməkçi feil, mübtəda, əsas feil. Burada bir problem görmədim. Sual əvəzliyi, köməkçi feil, mübtəda yazmayıblar. Birbaşa feil yazıblar. Demək nədir? Səhv. Cavab nə oldu? A variantı. Əgər bu cümlə yuxarıdakı cümlə mənimdə olsaydı uşaqlar, onda cavabımız olasıdır B variantı. Dinlə verəsi. Bu qədər sadə. Davam edirik. 18-19-un qəbul sualda 6 idi düşmür. Hər free sala bilərlər. 40-a baxırıq uşaqlar. Bax, bizdə nə istəyir? Pozitiv. Bu qalın sözü mənası uşaqlar. Bax, bu keçmişə aid bir sözdür. Yəni, old fashioned sözdür. Həm qadınlara qarşı yaxşı davranan, həm də cəsur insana deyirlər. Yəni, ikisi də. İkisini birləşdirib bir dənə söz çıxardır. Yəni, brave sözündən polite sözünü birləşmişdir. Bax, qalan sözü. Brave sözündən brave. Polite sözünü birləşməsidir. Həm qadınlara qarşı yaxşı davranır, həm də cəsur insandır. Villain çox cani insan deyirlər, pis insan deyirlər. Biri müsbətdir, biri mənfiyə. Frank səmimidir, bu səxavətlidir. Bu qalsın, ikisi də müsbətdir. Envest paxıldır, gracious sözünün mənası normalda minnətdar da deyə bilərsən. Bu biri mənfi, biri müsbətdir. Bu sözün mənası vicdanlı deməkdir.
Bu sözün mənası arrogant nədir? Təkəbbürlü deməkdir. Bir müsbət, bir mənfi. Stubborn inadkar deməkdir. Moody hərdən xəyal deməkdir. Bu da bir müsbət, bir mənfi ya da ikisi deyilsin mənfi də bu. Bir də nə qalır cavab? B variantı. Davam edelim. Keçəm 41-ə. Mən demişəm ki, dialoqu görən kimi qaydamız nədir? Təsdiq olmalıdır. Təsdiq, inkar olmalıdır. İnkar. Baxıram görəm uşaqlar. Yuxarıdakı cümlə nədir? Təsdiqdir. Təsdiq demək inkardadır. İnkarcasa yeni çıxıram. D-də mən sizə demişəm ki, A zəli cümlənin sonuna yazıblarsa, bundan qabaq həmişə not olmalıdır. Baxıram görəm notu yoxdur. Ona görə D-də səhv. To təsdiqdir, bir də inkar lazımdır. Qalır A ilə B variantı. B-də nor bir inkardır, həzm bir inkardır. Bir dənə cümlə, iki dənə inkar ola bilməz. Kim deyə bilər? B-də başqa nə səhv var? İki dənə Nor inkardan yox, başqa. no olmalı deyil. Yox, o düzdür. Orada problem yox. Friends. Haven't, mənim her Have, friend. have Bəli. olmalıdır müəllim, have. Have olmalıdır. Məzun Friends yerinə sözü cəmdə have. olduğu üçün have olmalı. Bəli. Cavab olur nə? A variantı. Davam edirəm. Keçəm 42-ci sual. Gözəl. Bu 42-ci negativlər uşaqlar. Ən çətin sualları seçmişəm. Bunlar var ya, çox süper suallar. Mən bir də bu negativləri vurğulayım. O tənbəllər qoşulsunlar heç olmaz negativində. Gözləyim bir dəqiqə. Mən dördüncü gün keçdiyiniz esse dərsinin rekordunu atacaqsınız. Dördüncü günü bir dənə rekord şeydən Bəli. sonra mənə deyərsən atarım. Problem deyil, narahat olma. Yaxşı. Deyərsən atarım. Gözəl, bir dənə bunu yazım, bir dənə bunlara tənbəlləri çağırım, gəlsin. Yatırlar axşama. Müəllim, sualları biraz özünüz çətin seçmisiniz, yoxsa qəbulda da bu qədər çətin olur, yəni çox düşündürücü. Özüm çətin seçmirəm. Mən çətin seçmirəm. Sadəcə istəyirəm ki, hər şeyi görəsiniz. Mənim məqsədim budur. Mən ona görə biraz asan sual. Yox, qəbula bu qədər çətin düşmür. Özüm asanı seçsəm nə olasın dairə, amma asan düz yazsan heç kim səhv olmaz. Çətindən daha çox öyrən şey öyrənsən də, asandan nə var ki, öyrən. Asana eyni şeylər amma. Özüm biraz fərqli seçirəm ki, hər şeyi görəsiniz, yəni qəbuldan qabaq. Yəni, ona görə şey deyirəm. Bəli. Dördüncü günü keçdiyiniz esseniz haqqında orada hissələr haqqında da izah vermisiniz. Hansı hissələrdən olur ibarətdir? Vermişəm, bəli, vermişəm, bəli. Tamam. Vermişəm onu şey deyirəm. O başqa esse şey də var məndə. Sən mənə yazarsan atarım. Sən sonra qoymusan deyə məndə bilmirsən nə videolar var. Mənə yazarsan atarım. Yazmışdın deyirsən, bir dənə də yazma salarsın. Bax 42. Bəli, 42-yə baxır uşaq. Negativ sentence. İndi burada bax uşaqlar, bəzi yerlər var ki, onlar həqiqətən çox belə vacib şeylər. Onlara diqqət. Deməli, bax biz nə demişəm? Mənim qayda izahım budur. Bax, əndi görsən, əndi. Əndi yadda saxlayın. Sağı da inkarda olmalıdır, solu da inkarda olmalıdır. Ya da sağı təsdiqdə olmalıdır, solu da təsdiqdə olmalıdır. Yəni təsdiq olmalıdır, təsdiq inkar olmalıdır, inkar. Baxıram görürəm uşaqlar, bax. Bura inkardadır. Baxıram görürəm burada nədir? İnkarda. İnkarla cavab veriblər. Yəni birdə bir problem yox. 2-yə baxıram. Mən demişəm ki, no-dan sonra 3 dənə şey gəlməz. No of, no article, bir də no any deyə bir şey yoxdur ingiliscəsində. Ona görə 2 nədir? Səhvdir. İndi 3-ə mənə diqqətlə qulaq asacaq. 3-ü burada ağlamaq tutur şeyi, kələmə. Diqqətlə qulaq asacaqlar. Yadda saxlayın. Bunu bir dənə qeyd edin özünüzə. Birazdan başa salacağım nə demək istədiyimi sizə. Başa düşəsiz nə demək istədiyimi. Biz nisbə vəzi keçmişdik sizə. Demişdik who'dur, which'dir, bir də zətdir. Üçündən sonra xəbər gələ bildi, yadınıza gəlirsə. Bunlardan sonra gələn not, yəni inkarlıq. Yazın ki, inkarlıq hesab olunmuş. İndi izah edəcəm. İnkarlıq hesab olunmuş. Bunlardan sonra gələn inkarlıq hesab olunmur. İndi bu nə deməkdir? Buna diqqətlə qulaq asırsın. Bax, bu nə demək ki? Bu feil sifətin tərkib hissəsi olduğu üçün, sən bu cümləni inkarda götürmüsən. Bax, deyir ki, baxırsan görürsən burada bir non bir inkardır. Bu haven't bir inkardır. İndi mənə diqqətlə qulaq asırsan. Bax, nəyə qulaq asırsınız? Bax, deyir ki, şagirdlərin heç biri kimlər ki imtahanı keçməyib. Əslində bu cümlə var, buradakı studenti əvəzləyib. Nə deyirsən? Deyirsən ki, imtahanı keçməyən şagirdlərin heç biri. Hansı şagirdlərin?
imtahanı keçməyən. Bu artıq oldu, nə oldu? Fiili sifətin tərkib hissəsi. Yəni burada haven't yazıblar uşaqlar. Bu artıq inkarlı olmadı. Yəni sən nisbə vəzikdən sonra, who'dan sonra, whichdən sonra, zətdən sonra gələn nəyi inkarlıq kimi götürmürsən uşaqlar. Görən kim nə olur? Səhv. Bu yada saxlayın. Who'dan, whichdən, zətdən sonra gələn inkarlıq kimi götürmürsən. Yəni burada bir dənə inkar var. Bəs Bəli. nan olmasaydı bəs onda götürəcəkdi, yoxsa həmişə bu Yo, belədir? yo, nan olmasa cümlədə inkar olmazdı. Elə fikirləş, yaxşımı? Evet. 3-ə baxıram indi. Bax uşaqlar, 3 düz oldu. Bax, 1 də düzdür, 3 də düzdür. 4-ə baxıram. Bax, bu mən sizə çox demişəm, qeydləmişəm. Çox qeydləmişik biz. Nətər qeydləmişik? Bax, məsəl üçün bizdə nə var? Nəyə diqqət edirsən? Bax, ingiliscə 3 dənə söz var uşaqlar. Bunlar hansılardır? Bax, ki feilə oxşuyurlar, amma feil deyirlər. Bax, washingdir, shoppingdir, shopping. Bax, washing, shopping, bax, washing, shopping. Bir də ironing yazır. Ütüləmək. Bunlar feilə oxşasalar da feil deyil. Məsəl üçün bir dənə cümlə yazıram. Deyirəm, I do washing. Deyirəm, mən yuyuram məsələn, qablara falan yuyuram. Fərqi yoxdur. Nəysə yuyursan da. İndi mən bu cümləni inkara çevirmək istəyirəm. Necə çevirərəm uşaqlar? Bir dənə deyin görün mənə. I Mən bu didn't, cümləni I don't do washing. I don't do washing. Burada əsas feil do'dur deyə don't do deyirsən. İndi baxın görün 4-də nə yoxdur? Əsas feil Yoxdur, yoxdur. yoxdur. Feil. Bəli, əsas didn't do olmalıydı uşaqlar. Didn't nə yoxdur? Do'su yoxdur. Ona görə 4 nədir? Səhv. İndi gəlirik 5-ə. Uşaqlar, bax 5-də bunu çox belə izah ehtiyac yoxdur. Sadəcə bunu bilin ki, 2 dənə feil yan yana gələndə bax complete. Ortasında to varsa, bu olur əsas, bu olur şəxssiz feil. İndi bax bu birinci gələn feili do does ilə inkara çevirirsən. Amma ikinci gələn feilin qabağına bir dənə nə atırsan? Not. Yəni notu artırmaqla inkara çevirə bilərsən. Sən burada nə edə bilərdin? Sən buradan 2 ilə 4-ü çıxıb rahat şəkildə cavabı tapa da bilərdin. Biraz bilirəm, çətin suallar uşaqlar, amma gözünü açan suallardır. Yəni oradan sonra artikel gəlmir. Bunu hamı nənəmin nənəsi də eləyir də. Bu sualları eləmək lazımdır ki, sabah bir gün qabağına sən nəsə bir çətin bir şey qoyanda normal birinci imtahanda da qrammatik asan salmışlar. İkinci imtahanın mətnini çətinliyib qrammatikanı. Yox, mətni asanlayıb qrammatikanı çətin edə bilərlər. Hər şeyə görə bəli. Burada didn't decide to olmalı deyil. Didn't O da decide. olsa düz, o da düzdür, o da düz. 2 dəfə feil var axı cümlədə. Sən dediyin də düzdür, sən dediyin də düzdür. Amma ikinci feil, bax bu birinci feil yox, ikinci feili inkara çevirib. Bax, nə bax? Birinci feil yox, ikinci complain inkara çevirib bu. Onda qabağına bir dənə atırsan, notu atırsan bəs deyil, yaxşımı? Ay sağ ol. Problem yoxdur. Çox sağ ol. Sağ ol. Baxıram 43-ə. Əslində 43 uşaqlar, əslində 43. Mən şeyə vermişəm. Vermişəm deyirəm, PDF-də yazmışam. Yazmışam ki. Bax, şeydən sonra inkardan sonra nə yazmışam uşaqlar? Longer gəlir, yoxsa nə yazmışam orada PDF-imdə? Nə yazdınız? No, Kimsə görüm oxuyur. no qarşısında olurdu müəllim. O da olanda Yox. inkar olmurdu. Yox, no longer yox. No longerdan qabaq burada no yox. Bax, indi inkardan sonra no longer gəlir, nə gəlməlidir? Any Müəllim, longer gəlməlidir, hə uşaqlar? Bəli. Ay sağ ol. Nə gəlməlidir? Any longer gəlməlidir. Yəni burada any olmalıydı. Longer deyə bir şey yoxdur. Söz yoxdur. Ay sağ ol. Ona görə bir nədir? Səhvdir. Uşaqlar, mən sizə demişəm ki, normalda. Ataram, narahat olma. Biz demişik ki, anydən sonra inkar gəlməz. Amma nə vaxt gələr demişdim. If olsa. Acaba görsün 2 nömrə nə oldu? Düz oldu. Bax görsəm uşaqlar. Sonra uşaqlar, bəzi tələbələr mənə deyir ki, burada 2 dənə inkar var uşaqlar. Mən deyirəm ki, bir dənə sadə cümlədə 2 dənə inkar olmaz. Bir dənə sadə cümlədə 2 dənə inkar olmaz o deməkdir ki, yəni bir dənə sadə cümlədə buyur. Bir dənə mübtədası, bir dənə xəbər olsun. Bax, burada some students bir mübtədadır, don't do bir xəbərdir. Yəni bir cümlə budur uşaqlar bura qədər. Buradan sonrası da bir cümlədir. 2 dənə var burada cümlə. Hər cümlədə özünün nəyi var? İnkarı var. Yəni bir problem yoxdur. 3 nə olur? Düz olur. Bəli, gələ bilər sahə. 3 düz olur. 4-ə baxıram uşaqlar. Bax, bu mən PDF-ə yazmışam. İstənilən təyin edici var, istənilən təyin edici. Ondan sonra isim gəlirsə fərq yox, təyin edici. Burada əvəzlik də ola bilər. Onu qabağına not artırıb inkara çevirə bilərsən. PDF-ə yazmışam bunu. İstənilən təyin edicidir, bax, istənilən təyin edici. Ona görə 4 nə olur? Düz olur. Mən bayaqlam sizə dedim ki, əndin əgər sol tərəfi
İnkardadsa sağı da nə olmalıdır? İnkarda. Bir də aizə olan cümlədə aizədən qabaq mütləq nə gəlməlidir? İnkar. İnkar. Görsəm heç biri gəlməyib. Daha nə olur uşaqlar? 2, 3, 4 nə olur? B variantı. Gözəl. Davam edirik. Keçirik Müəllim, 44-ə. Bəli. mən morda bəs necə olurdu? Morun qarşısında nə olurdu da no more deyirdik də. Aha. Bəs ondan Hansında? sonra no, mordan sonra əvvəl no gəlirdi, hə? Hə, No no more gəlir. Bəli. No more Bəs dedim, sonra bəli. bunlarda mütləq. Sonra cümlənin axırını işləyə bilmirəm. Səsin kəsilir. No moredan sonra nə gəlməlidir? Cümlə gəlməlidir. Nə gəlsin? İsim gəlməli deyildi. Gəlsin. Ha, yaxşı gəlsin. Nə olur ki? Yəni mütləq isim gəlməli, yoxsa cümlə gəlsə də sayılır. Yox, belə deyim də, no more, yəni məsəl üçün indi isim belə bir şey söhbət var da, sən cavab olaraq deyirsənsə, məsələn deyirsən ki, yox, isim gəlməlidir oradan. No more actions. Gəlməlidir isim. Gəlməlidir. Keçəm nəyə? 44-ə. Şöyle bak, biz demişik ki, unless özü if nota bərabərdir. If nota bərabər. Cümlə nəyə çevir? İnkara çevir. Bu cümlə zaten inkardadır. İnkarda inkarla cavab veriblər. Birdə bir problem yox. 2-yə baxıram. Didn't bir inkardır. Neither bir inkardır. Bir dənə cümlədə 2 dənə inkar olmaz. 3-ə baxıram. And'in sol tərəfi də inkardadır. Sağı da inkardadır. Bir problem yoxdur. Ona görə 3 nədir? Səhv. İlk səhv demək. 3 nədir? Düz. 4-ə baxıram. 4-də deyir ki, I don't love people. Baxın uşaqlar, mən dedim ki, burada who'dan sonra gələn cümlə nə olur? İnkar, yəni. Buradakı inkarı inkar kimi götürmürük. Nisbə vəzifədən sonra gələn, bax uşaqlar. Fikir verirsəz, indi burada başqa bir dənə də who var. Orada da artıq tam olaraq siz fərqi başa düşəsiniz. Who'dan sonra görsəm inkar gəlir. Artıq bu inkarı inkar kimi eləmirsiniz? Götürmürsünüz. İnkar kimi eləmirsiniz? Götürmürsünüz. Bir dənə inkar var burada. Ona görə 4 nədir? Düzdür. 5-ə baxırıq. Bax, Ləman deyir, tez oyanmalıdır. Had to get up. Tez oyanmalıdır. Amma indi mən siz mənə deyim, had to-nun sualını mən inkarına ilə verirəm. Hansı köməkçi ilə verirəm? Didn't. Didn't verirəm də. Burada hadn't yox, nə olmalı idi? Didn't. Didn't olmalı idi. Yəni 5 də ona görə səhvdir. Nə olur burada cavab? 2-dən 5-ə çıxırsan nə olur? 1, 3 və 4. Bu qədər sadə. Davam edirik. 45-ə baxıram. İndi 45-də uşaqlar, bunlar səhvdirlər, səhv düşüblər bunlar. Bunlar səhvdirlər, bu hissələr səhv düşüb. 45-də. İndi baxıram suala. Baxırsınız suala. Deməli, bizə bir dənə standart cümlə veriblər. Bu cümləni inkara çevirməli. İndi mənə deyin görün, burada have köməkçi feil yoxsa əsas feildir? Əsas feil. Hardan bilirəm o mən? Çünki ikinci feil yoxdur, özüdür təkcə İkinci feil. feil yox, əsas feil. Əsas feilin sualın inkarını do-da ziddən düzəlir uşaqlar. İndi cümlə indiki zamanda olduğu üçün mən bunu do-la düzəltməliyim. Have-lə düzəldə bilmərəm, bu səhvdir, D səhvdir, indikdə olduğu üçün D-lə düzəldə bilmərəm. Qalır nə variantı? A-la C variantı. Əlbəttə ki, C-də də bir inkar buradadır, bir dənə də inkar burada. Cavab nə oldu? A variantı. Bu qədər sadə. Davam edirik. Müəllim. Bəli. Başqa yine sözü kəsdim. Biz demişdik ki, have to olanda onunki do does'la verildi. Aha. Have'da ama demiştik ki haven't, hadn't olur da to'suz. Burada niye haven't'ı biz götürmədik ki do götürdük? Have nə vaxt özünə versən sualın inkarı? Yanında V3 onu demişdik də. Feil var mı bu yanında görə? Aha, düzdür, feil yoxdur, sağ ol. 46-ya baxırıq uşaqlar. 46-ya diqqətdən qulaq asın. İndi burada bir dənə şey fərqi izah edəcəm sizə. Hələ ki ehtiyac yoxdur bunun fərqi. İndi bax 4 ilə 2-nin fərqinə baxasınız burada. Uşaqlar bax 4-də. Bir hardly inkardır, bir də don't inkardır. Amma mən dedim ki, buradakı inkarı inkar kimi götürmürəm. Amma bu 2-dəki inkarı götürürəm. Siz mənə deyin görüm, nədir fərq? Bir dənə baxın görüm. Fərq nədir? Biri 2-lə sualdır, 4-dəki. 2-də. Bəli, Yəni sualda bunun aidiyyəti. Bu demək ki, sualda bunun aidiyyəti nədir? Yoxdur. Bir də uşaqlar, biraz diqqətli baxsaz, burada who-dan qabaq nə gəlib? Students gəlib. Yəni o cümlə əslində studentsi əvəz şeydir, təyinləyir. Amma yuxarıda who-dan qabaq heç nə gəlmir. Yəni 4-də inkar, 2 dənə inkar yoxdur. 4 düzdür. Bir dənə hardly inkar. Birdə də bir dənə, 2-də də nə var? Bir dənə inkar var. 2 də düzdür, 4 də düzdür. Bir problem yoxdur. Sonra 1-ə baxıram uşaqlar. Baxıram görüm and'in sol tərəfi nədir?
inkardadır. Sağına baxıram görürəm, o da inkardadır. Bir də bir problem görmürəm. 3-ə baxıram. İndi 3-ü mənə diqqətdən burada qeyd edirsiniz özünüzdə. Bu gözəl sualdır, bu uşaqlar. Bunu özüm salmışam. Yəni qabağınıza sala bilərlər. Bax, bizdə qaydamız nədir bizim? Bax, belə bir şey söhbət var. Bunu bir dənə qeyd edək, hara qeyd edək, bilməm, bura qeyd. Ya Allah, deməli nədir qayda? Belə bir qayda var. Bax, deyirsən ki, bax, neither nor, bax, neither nor, either or, bir də not only, but also. Bunların orta hissəsində gələn bax burasında. Bir burada mübtəda gələ bilər. Mübtəda ya deyəndə isim də olur. Fərq yox, mübtəda. Bir də burada mübtəda gələ bilər. Mübtəda. Bunlardan sonra gələn xəbəri isə özünə ən yaxın olan mübtədanla uzlaşır. İnşallah bir dənə bunu qeyd edin. Bax, neither orada. Yəni bu nə deməkdir? Neither orada, nordan sonraki sözə baxırsan. Either orada, oradan sonraki sözə baxırsan. But also isə not only but also da but also-dan sonraki sözə baxırsan. İndi uşaqlar, indi bunu bir dənə özünüzü yadınıza saxlayın, deyəsiyəm nə demək istəyirəm. Yəni bu o deməkdir ki, bunlarda nordan sonra gələn söz nədir? Cəmdədirsə, məsəl üçün, xəbər cəmdə olmalıdır. Oradan sonra gələn söz təkdədirsə, xəbər təkli olmalıdır. İndi gəlirəm testə. Baxırsan burada. İndi baxıram, burada nordan sonra gələn söz children, görün təkdədir, cəmdə. Cəmdədir, amma təkdədir. Amma iz yox, nə olmalıydı? Are olmalıydı. Ona görə 3 dənədir? Səhvdir. 5-ə baxıram. İndi deyin mənə görüm, shoppingin qabağında nə yoxdur? Do yoxdur. Əsas feili. Doesn't do shopping olmalıdır. Ona görə bunu da çıxırıq. Cavab nə olur? Nə qalıb? Cavab nə qalıb? 1, 2, bir dənə, 4 dənə. Elə cavab varmı? D. Var müəllim, D-də. Not 47-yə only baxıram. but also cümlənin inkarı çevirmirdi də. Yox, çevirmirdi. Not only but also'dur. Without sözü inkara çevirmir. Belə yada saxla. Not only but also without inkara çevirmir. Bax, A variantında bir inkar buradadır, bir də inkar burada. Bir cümlədə 2 dənə inkar olmaz. B variantında bir inkar buradadır, bir də inkar burada. Olmaz. C variantına baxıram, görürəm uşaqlar, bir problem baxıram, görürsünüzmü? Mən görmürəm, bax, bəkəsiz bu. C variantında problem görmür, yəni, qalsın. D variantında to inkarda ola bilməz. Bir də uşaqlar, D-də başqa bir səhv var. Nədir səhv? Deyin görün mənə. D-də başqa bir səhv. Doesn't have olmalı. Niyə görə? Həzən not artırmaq üçün yanında nə olmalıydı? O. Dostu. Ya tu yox, əsas feili çıxdı. V3 olmalıydı. V3 uşaqlar, V3. Bəli, V3 olmalı. D ona görə səhvdir. 7-də 2 dənə inkar var. Nobody bir inkardır, nobody. Didn't bir inkardır. Cavab nə olur? Müəllim, nazirdən sonra artikel olurdu da. Beynim biraz Bəli, no dayandı. orada olmur bir dənə artikel. No orada Tamam. olmur, no orada. Müəllim, D-da niyə Bəli. V olmalıydı anlamadım. Nədə? D variantında dediniz deyil. Biz demişdik ki, həvə, həzə, hədə not artırmaq üçün yanında nə olmalıdır? Feilin üçün forması. Əsas feil Nə gəlir? aydın oldu. Nidədən qeybli olmalıydı. 48-ə baxırıq. Uşaqlar, bax, A1-ə baxıram. Mən demişəm, A-izə cümlənin sonundadırsa, ondan qabaq inkar gəlməlidir. Niyə bura yazıb? Bir problem yox. Bax, burada uşaqlar, need əsas feil, köməkli feil. Hardan bilim mən? Bir daha baxın görüm. Başqa V- feil V- yox. Hə, Mən əvvəl Başqa feil yoxdur deyə əsas feil olur. Əsas feilin Düzdür. sual inkarını do, does, didlə düzəldirlər. Burada da didlə düzəldirlər. Bir problem yox. 3-ə baxıram. İndi birazdan bu ətraflı izah edəcəm. Uşaqlar, burada vergül qoyub, burada sual qoyurdusa, burada inkardsa, burada nə olmalıydı? Təsdiq. Təsdiq. Əksi olmalıydı. Amma ikisini nə yazıb? İnkar. Nə deyə bilərsiniz? Bəs 3-də başqa bir şey problem var, nəsə problem. O nə deyə bilərsiniz? Moni Bir bu- sayılmır, həvlə verir. Bəli, orada həvlə verməli deyil. Nə ilə verməli? Do ilə verməli. Niyə görə? Çünki həv orada nədir? Əsas feildir. Əsas feil. Əsas feil olanda nə verirsən? Do-dan, does-dan, did-lə verirsən. Özünə verirsən. Özünə verə bilməzsən. Do, does, did-lə verirsən. Bir də bunu yadda saxlayın uşaqlar. İndi birazdan izah edəcəm tam aydın şəkildə sual söhbətini. Biz demişik sual varsa, vergülə qədər təsdiq olursa, vergüldən sonra inkar olur. Vergülə qədər inkarsa, vergüldən sonra nə olur? Təsdiq. Yəni 3 ona görə nədir? Səhvdir. İkisi də inkardır burada. Təsdiq olmalıydı. 4-də haven't to, hasn't to, hadn't to, needn't to deyə bir şey yoxdur. Ona görə səhvdir. 5-də didn't bir inkardır, neither bir inkardır. Bir dənə cümlədə 2 dənə inkar ola bilməz. Cavab nə olur? D variantı. Müəllim, biz məsələn deyirik we have money. Orada have-i we-yə görə seçirik də. Düzdür. We have money.
Bəli, bəli, ay sol, hə, bir mübtədaya görə seçsən də, mübtəda məsələn orada hər şey olsa amma nə olarsa da artıq da. Hə, Hər həz şey, olacaq. həz olasın. Baxıram 49-a. Bax, bir inkar buradadır, bir dənə də inkar burada. Bir dənə cümlədə iki dənə inkar olmaz. A səhv. B variantına baxıram, neither money, neither nə olmalı uşaqlar? Nor olmalıydı. Nor olmalı. Ümumiyyətlə inkar cümləsi əndə olmuş uşaqlar. Neither nor olur. Qalan hamısı ordu, bir dənə neither'dan ordu. Didn't bir inkardır, neither bir inkardır. Olmaz. D-yə baxıram. Neither nor yazıb, problem yoxdur. Money də sayılmır, time də sayılmır. Sayıla bilməyən ismi qabağına artikel qoya bilməzsən. Buna da problem yoxdur. Y-də bir problem nədir uşaqlar? Money-nin, time-ın qabağına sayıla bilməyən isim olduğu üçün qabağına niyə yaza bilməzsən? Artikel yaza bilməz. Daha nə olur? D variantı. D variantı düzgün cavab. 50-yə baxıram. Uşaqlar biz demişik no-dan sonra artikel gəlməz. A səhvdir. Not and olar yoxsa nə olar? Notla nə olardı? Or. Or olardı. Or. Ordur bu. Uşaqlar bax bu and-i sən cümlə and-i inkar cümləsində görmək istəyirsənsə, bax and. Burada da mübtəda plus xəbər olmalıdır. Burada da mübtəda plus xəbər olmalıdır. İndi baxın görün and-dən sonra mübtəda xəbər varmı ikincidə? Yəni B variantında. Xeyr, yoxdur. Xəbər Ay, yoxdur. ona görə səhvdir. Ay, sol, getdi. C variantına baxıram. Uşaqlar həzə not artırıb. Həzə not artırmaq üçün yanında nə olmalıdır? Və əsas feil. V3 olmalıdır. Feil yoxdur. Bir də notla and olar, yoxsa notla nə olar? Or. Or olar. Or. Orada C-dir. D variantının no-la nə olar? Or olar yoxsa and? Nor. Or olar. Bu da səhvdir. Cavab nədir? Y variantı. Not, or. Sayıla bilən tək isim article, sayıla bilən tək isim article. Cavabımız nə olur? Y variantı. Bu qədər sadə. 51-ə baxıram. Uşaqlar, bax, neither nor bir inkardır, isn't bir inkar. Bir dənə cümlədə iki dənə inkar olmaz. B səhvdir. Sonra, C-də mən demişəm ki, both and-i sən inkarda istifadə edə bilməzsən. Görən kimi başına daşı salırsan. Sonra, D-yə baxıram, nobody bir inkardır, hasn't bir inkar. İki dənə inkar olmaz. Y-də two inkarda ola bilməz. Cavab nə olur? A variantı. Bu qədər sadə. Niyə görürsən, ay Fidam? Qulaq as da, qulaq as. Çətin suallardır. Valla bunlar çətin suallardır. Bəlkə birdən Zoom-da problem oldu, göndərə bilmədim. Hər şey ola bilər, hər şey çıxar məndən. Gözəl, davam edir uşaqlar. Keçək nəyə? 52-yə baxırıq. 52 özüm seçmişəm. Bu bir dəfə qəbula düşür. Həmişə yadınıza gəlirsə, bizə dialoq tipli nə olurdu? Həmişə cümləni verirdi, bizdən cavabı soruşurdu. İndi nə edib uşaqlar? Cavabı verib, deyir cümləni sən tap. Çox gözəl sualdır uşaqlar. Bax, çox fərqli tipli sual. Həm gözəldir, həm də fərqli tipli sual. Elə belə sual deyil. Adam üçün çıxas sual uşaqlar. İndi baxırıq nəyə? Diqqətdən qulaq asın. Baxırıq suala, bax uşaqlar, bizə nə edir həmişə? Bizə cümləni verirdi, deyir cavabı tap. İndi cavab verib, deyir cümləni tap. İndi biz bilirik ki, dialoqda qaydaya əsasən təsdiq olmalıdır, təsdiq inkar olmalıdır, inkar. Baxıram, görürəm bu cümlə təsdiqlədir. Deməli, yuxarıda birinci gələn cümlə birinci niyə taparıq? Təsdiqdə olmalıdır. Təsdiqdə olmalıdır. İkinci nədir qayda? Burada have görsüz köməkçi feildir. İndi uşaqlar, have-in, has-in köməkçi feil olması üçün ondan sonra nə gəlməlidir mütləq şəkildə? V3. Deməli, biz yuxarıda elə bir şey tapmalıyıq ki, elə bir cümlədə tapmalıyıq ki, have has olsun, ondan sonra nə gəlsin? V3. İkinci qaydamız da budur. Bax, iki dənə kriteriya var. İndi birinci cümləyə baxıram. Bax, apostrof S has-in qısaltmışıdır, V3 gəlibmi? Gəlib. Bir də cümlə təsdiqdədir. Deməli, bir nədir? Düzdür. İkiyə baxıram. Have-in yanında V3 var mı? Görün. Var. Var V3. Xeyr, yox. Var. Niyə yox ki var da? Bir Mən nədir? özümdə baxdım, bin. Yox, 1 və 3 bitmişlərin də köməkçi feili həv olur da. 2 də düz uşaqlar. Bir təsdiqdə cümlə fikir verirsəz. 3-də nə səhvdir? İnkardadır. İnkardadır. İnkardadır səhv 3. Ona görə səhv. 4-də have-in köməkçi feil olması üçün yanında nə olmalı dedik? Evet, olmalı. Var mı V3 görün? Evet. İndi bax bu have-in sən şeyini nə verərdin sualına? Duyla. Ay solduna. Bu da get. Baxıram 5-ə. Bax 5-də yaxşı. S apostrof S olsun da, gözəl. S Ama apostrof read S. idi burada. Amma Red ready olmalıdır. burada feil deyil uşaqlar. Yəni nədir? Sifət ya da zərfdir.
Yəni is də burada bu. Is ready'dir bu. Ya da Hə. nədir? Was ready. Ona görə 4-5 dənədir. Səhvdir. 6-ya baxırsan. Uşaqlar istəyir 40 dənə feil dalbadal yazsın. Həmişə birinci gələn feil köməkçi feil olur. Deməli bu cümlə köməkçi feil nədir uşaqlar? Must. Must. Deməli orada have olmalı deyil, must olmalı. Cavab nə olur? 1 və 2. Yo, ay Duryal. Bir dənə o dialoqda təsdiq, inkar olur. Sən dediyin sual olanda olur. Bax, gələsik indi orada. Bir dənə sual var orada, onu işləyəsik. Dialoqda qayda nədir? Təsdiqə nə olmalıdır? Təsdiq. İnkara nə olmalıdır? İnkar. Sən dediyin cümlənin sonunda sual olanda olur. Gələsik ona. Bir dənə test var orada. İşləyəndə görərsən. 53-ə baxıram uşaqlar. Cümlənin sonunda in var. Görürsünüzmü? Söz önü var. Nəyi yaza bilərəm bura? Which. That. Zət bir dənə Bir də boşluq. heç nə. Bax, 3 dənə şey yaza bilərəm bura. Mən nə demişdim? Demişdik ki, which bərabərdir zətə, o da bərabərdir boşluğa. Sonra demişdik ki, which, zət, bir də boşluq. Bunların yanına sən in yazsan, on yazsan, ət yazsan nəyə bərabər olur? B. Where? B-yə bərabər olur. Bir də demişdik ki, bir də bunlar nəyə bərabər deyil uşaqlar? B-nin özü. V-yə bərabər deyil. Yəni bu o deməkdir ki, sən which-lə V-yə eyni cavabda götürə bilməzsən. Ya da zətlə V-yə eyni cavabda götürə bilməzsən. İndi uşaqlar, cümlənin sonunda in var. In var deyə mən nə götürürəm? Boşluq, bir də nə var? Zət. Bir də həm A olur, həm də C olur. Bax, bu da nədir? İsimdir, bu da isimdir. İki dənə isimin ortasında həmişə nə olur? Whose olur demişdik. Kimin deyirsən də, olur nə? B variantı. Mən demişdim, qabağında söz önü varsa iki dənə şey gələ bilər. Yəni, preposition varsa iki dənə şey gələ bilər. Biri whom'dur, bir də which'dir. Hə? Who'dan qabaq söz önü gələ bilməz. Ona görə 3-ə də nə olur uşaqlar? Bir dənə D variantı. Problem var mı kimdəsə? Müəllim, burada who's-la whom-u bir-birinə qatıram. Orada niyə whose ola bilmir? Whom daha doğrusu. Çünki isim sayılır da iki tərəfdə. Həm də ona şəxs bildirən söz deyə bilmirik. Gözəl. Mənə diqqətlə qulaq asın. Biz demişdik ki, who's yaza bildiyin yerə apostrof S yaza bilirsən. Sən şəxsin ideyaları deyə bilərsən, Bəli. amma whom-u yaza bildiyin heç bir yerə sən apostrof S yaza bilməzsən, yadını saxla. Aydındır. Başa düşdünmü? Bəli. Gözəl. Davam edirik yenə. Davam edirik, dayanmırıq. Keçirik nəyə? 54-ə. 54-ü keçən biz izahını vermişdim uşaqlar, yadınıza gəlirsə. Bəli. Biz demişdik ki, uşaqlar 5 dənə baxmayaraq ki söz var bizdə. Zo'dur, zo, Also. all Even zo, zo, even zo, even, zo, despite. Bir də in spite of idi. In spite of. Demişdik, bunlardan sonra gəlməlidir cümlə. Yəni mübtəda xəbər gəlməli idi. Bunlardan sonra gəlməlidir söz və ya nə gəlməlidir? Söz birləşməsi. İndi burada baxıram, görürüm söz birləşməsidir. Deyir ki, tənbəl olmağına baxmayaraq deyir. O deyir, heç vaxt dərsləri buraxmır. Nə olur? Despite, bir də nə olur? In spite of. Davam edirəm. Keçəm 55-ə. Burada ən gözəl sual uşaqlar 55, mənə görə. İndi uşaqlar, bax, biz həmişə vergülü zaten yazır. Mən demişəm ki, bax, cümlə yazır. Bax, bir dənə qaydaya baxın. Cümləyə veriblər, vergül qoyur, boşluq qoyur, bura sual qoyur. İndi bura təsdiqsə, bura nə olmalıdır? İnkar. Sual var, inkar. Bura inkarsa, bura nə olur? Təsdiqləmə. İndi yenə cümləyə yazır. Vergül qoyur, nöqtə qoyur. Ya burada boşluq olur, ya da heç nə olur. Onda nə olur? Təsdiqə nə olur? Eyni Təsdiq. olur. İnkara nə olur? İnkar. İndi uşaqlar, baxın, başlayıram yavaş-yavaş. Birinci, burada biz bilirik ki, fərqi yoxdur. Təsdiqə, inkara təsdiq olsa belə, həmişə köməkçi feili tapmalısan. İndi siz mənə deyin görüm. Bu cümlədə, bax, you have had to finish cümləsində köməkçi feil nədir? Have. Hardan bilirsən? Çünki yanında nə var? Wait. B3 var. Deməli, uşaqlar, did ola bilməz. Harada did varsa çıxırsan. Harada did var? 3. 6-da, 6. 3-də. 3-də səhvdir, 6-da İnkar səhvdir. bilməz də müəllim. İndi uşaqlar, bax, bura təsdiqdirsə, vergül qoyub, bura sual qoyursa, bura təsdiqsə, bura nə olmalı idi? İnkar. Deməli, bir nədir? Düzdür. Bir düzdürsə, 4 avtomatik olaraq nə olur? Səhv. Səhv olur. İndi uşaqlar, Ayzə cümlənin sonuna yazıblarsa, İnkar Ayzədən qabaq olmalıydı. bir qapına gəlməlidir. İnkar olmalıdır İnkar. qabağında. Baxıram, görəm, inkar yoxdur.
Səhvdir. İndi uşaqlar bax, görün bunun sonunda sual varmı? Bir dənə baxın görün 5-in sonunda. Yoxdur, düzdür. Sual yoxsa bura təsdiqsə bura nə olmalıdır? Təsdiq. Təsdiq. 5 düzdür. 6-da zaten səhv çıxartmışıq. Daha nə olur? 1-lə 5. Başa düşdünüzmü uşaqlar? Çətin bir şey var mı burada? Amma biz demişdik diyaloqda daha suala falan baxmırıq. Uşaqlar 6-6 olanda nə olur qayda? Təsdiqə nədir? İnkar, inkara. Təsdiq. Burada diyaloq deyil uşaqlar. Burada nədir? Dalbadal verir. Burada qabaq-qabağı verir. Amma diyaloq olanda daha baxmırsan təsdiq inkara. Təsdiq inkara. Təsdiq inkar deyirəm. Suala baxmırsan, suala falan. Təsdiqə nə olmalı? Təsdiq inkara, inkar. İndi uşaqlar 56-ya baxıram, bax. Biz bilirik ki, will late isimdir. İsimdən sonra what gəlməz. Biz bilirik ki, which bərabərdir zətə, o da bərabərdir boşluğa. Hə? Ya cavabımız olacaq 1, 3, 4, ya da nə olacaq? 2. Açıq sualın bir dənə cavabı varmı? Xeyr. Xeyr. Başqa cümlə izah edin uşaqlar. İn var da cümlədə onu. İn var, İni inə görsün görə burada. ver olmaz. Bax, indən sonra görün isim var mı burada? İndən sonra isim var mı görün? Xeyr. Yoxdur. İni gətirsən bura demişdik. Gətirdim bura. İndi mən bilirik ki, V-dən sonra söz önü yaza bilmərəm. Amma nədən sonra söz önü yaza bilərəm mən? Bitset. Bağlayıcı. Zət bir dənə boşluq. Cavab nə olur? 1, 3, 4. Uşaqlar, məncə bu dərsin başına daşı salmışıq biz, hə? Bəlkə salmamışıq. Yoxsa tərsinə olub, bəlkə tərsinə olub. Tərsinədir məncə məndə. Tərsinədir, yəni, tərsinədir. Davam edir uşaq. Müəllim, internetim zəifdir, deyə səsiniz çox da yaxşı səslənmir. Dərs bitən kimi rekordu göndərmeniz mümkündür. Fidan, dərsi rekordu göndərmək mümkündür? Mümkündür. Nə problem sadəcə? Bu rekord tez düşmür da. Rekord elə bir ki, saat 4-də falan da düşə bilər. Gecə saat 4-də. Meylə düşür. Meyl. 57-yə baxırıq. Educated savadlıdır, illiterate cahil. Cruel qəddardır, modest təvəzzökar. Capable bacarıqlıdır, talented bacarıqlı, hə? Frank nədir? Səmimi, foolish, axmaq. Essential, nədə essential? Nəyə də vacib? Significant, bu da əhəmiyyətli idi. Cavab olur 3 və 5. Uşaqlar, keçirik mətnə. Mətni, nəfəsini kəsmək istəmirəm, ancaq səhvlərinizə baxarsınız. Mən başqa qrammatik olmayacaq da. Yox, başqa qrammatik olmayacaq da. Qrammatika başına daş salıb olsun. Sağ olun. Sağ olun. Deyin, mətndəki səhvləri yazın, gəlsin uşaqlar. 6.4, 7. Səhvləri yazın, deməyin, səhvləri yazın, gəlsin. Yazın. Müəllim, olar mən çıxım onsuz da izahında var idim. Hə, var. Oldu mənim, sağ ol. Gözəl, getdi uşaq. Davam diqqətlə qulaq asın. Maşallah 6, 1, 2, 5, 10, 6. 6.2 yoxdur ardansa, 3 də yoxdur. Gözəl, tez çıxmamışdan 6.1 izah edək uşaqlar. 6.1-ə baxırıq. Bunlar ikisi də gözəl mətndir uşaqlar. Super mətndir. Cəmilə, sualın yoxdursa çıxa bilərsən. Amma sözləri də soruşacağım da. Ara çıxırsan, ara qaçırsan. Sözləri soruşmalıyam haqqında. 6.1-ə baxırıq. Bax, deyir ki, bəs video oyunlarının deyir, beneficial, yəni faydalı deyir, effektləri deyir. Bu son zamanlarda, yəni bu axırlarda, son zamanlarda kəşf olunur deyir uşaqlar. Ortaya çıxır. İndi mənə diqqətlə qulaq asırsınız. Burada çətin bir şey yox. Nə edirsən? Gəlirsən bura mətnə, baxırsan nə deyir? Deyir ki, bəs uzun illər deyir, uzun illər. Video oyunlarını deyir, nə edirlər uşaqlar? Qınayırlar. Niyə görə qınayırlar? İnsanları antisosial eləyirdi, kök eləyirdi, gömbul. Bir də depressiv eləyirdi. Depressiv. Amma deyir, indi deyir, bax indi, hal-hazırda. Hal-hazırda araşdırmaçılar deyir, tapıblar ki, o deyir, bizi daha yaxşıya dəyişə bilər. Və bizim beynimizi və bədənimizi, yəni fikrimizi, bədənimizi nə edə bilər? İnkişaf edə bilər. Yəni video oyunlarının hal-hazırda nəyi tapıblar? Müsbət cəhətləri tapıblar uşaqlar. Ona görə 6.1 nə olur? Düz olur. Beneficial cəhətləri nə vaxt tapıblar? Recently, bu yaxınlarda tapıblar. Yəni bir problem yox. Baxıram 6.4-ə. 6.3 yoxdur, 6.4-ə. Uşaq 6.4-ə mən cavabı biraz şey götürük, iş eləmişəm. Bir dənə fikir görsə. Bəli, orada nədir cavab? Orada
tur yazmışam, amma B yazmışam qabağına deyib. Turu Deyirsən orada, hə? düzdür. Bəli, Turu bəli. yazmışsa düzdür uşaqlar. Kim turu yazmışsa düzdür. Hə, Orada onda məsələn düzdür. bir dənə baxsaz, turu yazmışam, B yazmışam onun qabağına. Ru Bəli. yazmışsam. Beş. Hə, tursa düz yazmışam. 6.3-ə baxıram. 6.3-də nə deyir? Deyir ki, bəs deyir, bax, video oyunları oynamaq, decline nə deməkdir? Azaltmaq deməkdir uşaqlar. Bax, reduce'dur, diminish'dir, sonra nə bilim mən decline'dir. Bunlar hamısı azaltmaq demək. Deyir, insanın decision making sürətini neynir? Azaldır. Decision making qərar qəbul etmə sürəti demək uşaqlar. Və bizə yol göstərən sözdür. Gedirəm decision making olan yeri tapıram. Baxaq görə yardadır. Bax burada. Decision making. Bax deyir ki, oyunlar benefit eləyir. Benefit nə deməkdir? Fayda gətirir. İndi siz uşaqlar fayda verirsə sizə artar yoxsa azalar? Artar uşaqlar, azalar? Artar. Ona görə decline olmur uşaqlar, artır. Ona görə false olur. 7-yə baxıram. Bax uşaqlar, 7-ci sualda normalda hamısı düzdür. Nə hamısı düzdür? Belə deyək də, hamısı mətndə var. Sadəcə bizə bu mətndə, bu cümlədə olan bu cümləyi istəyir biz. Burada bizə yol göstərən söz improved söz. Improved. Gedirəm improved tapıram. Improved tapıram. Baxaq görə improved hardadır? Bax burada. Gördün mü? Improved tapdım. Tapmamışamış. Tapdım. Bax burada gör nə yazır? Improvedan sonra yazır ki skills, motor skills. Sonra izah edir. Deyir bacarıqlar, hansılar ki, nə ilə əlaqəlidir? Muscle, yəni əzələ fəaliyyətinə əlaqəlidir. Əzələ fəaliyyətindən əlaqəlidirsə, burada hansı olur? A variantı. Sonra 7-dən sonra 9-a baxırıq. 9-a diqqətdən qulaq asırsın. Prevent nə deməkdir uşaqlar? Qarşısını almaq deməkdir. Bax, detect aşkar etmək deməkdir, əlaqəsi yoxdur. Indicate göstərmək deməkdir, əlaqəsi yoxdur. Make smaller azaltmaq deməkdir, əlaqəsi yoxdur. Behave davranmaq deməkdir, əlaqəsi yoxdur. Cavab olur B variantı. Bax, nə isə baş verməyi neyirsən? Saxlayırsan. Baş verməyə saxlayırsan uşaqlar. Yəni baş verməyə qoymursan onu. Ona görə bu nə olur? Prevent. Yəni nə isə qarşısını alırsan. Bəli, D variantıdır. D variantı real. D. Olur nə? B variantı. Keçəm 10-a. Uşaqlar, onu hamısına baxaq, yoxsa hamısına baxaq. Deyir, hansı sualın cavabı yoxdur. Uşaqlar deyir ki, bəs nə üçün video oyunları criticize edirlər? Criticize edirlər. Criticize. Nə üçün? Bayaq dedim, insanları kökəldirdi, nə bilim mən depressiv idi. Birinci cavabı var. 2-yə baxıram. Deyir, surgeonslar deyir, hardadır daha sürətli işləyirlər, harda daha az səhv edirlər. Harda? Boston yazılmışdı orada. Boston yazılmışdı. Ona görə ikinci cavabı var şu an. 2-də bir problem yoxdur. 2 də düzdür. Amma bizə olmayanlara istəyirlər uşaqlar. İndi bunları mən uyumlasam da olmayanlara istəyir. Çoxunuz səhv yazırsınız bunu. 3-ə baxıram. Nə qədər deyir, depressiv deyir, cavan insanla deyir. Bəs sual soruşublar. Neçədən idi? 94 nəfər. 94 nəfər idi. 4-ə baxıram. Deyir, nə vaxt və harada baş verib deyir uşaqlar. Onun cavabı, yəni ortaya çıxıb elə bir şey yoxdur. 4 səhvdir. 5-ə baxıram. Sparks'dan başqa hansı deyir başqa 3D oyunlar var. Bəzi tələbələr deyir ki, ay mənim, orada nə var? Tetris var. Bir Tetris 3D oyun deyil uşaqlar. Bir də Tetris. Nə deyil? Online oyun deyir. Bir də bax, what other games deyirsə, ən azı 2 dənə oyun olmalı uşaqlar. Cəmdən soruşacaq sənə, təki soruşma. Buna diqqət eləmək lazım. İndi cavab olmayanları istəyir bizdə. 4 ilə 5 nədir? Düzgün cavabımızdır. Keçirəm 11 nöqtə. 11.1-də problem yoxdursa 11.2-yə baxın. Uşaqlar, 11.1-i, gəlin belə bir şey deyim sizə. Heç 11.1-i false yazan olur mu? False. Mən yazmışam. Uşaqlar, 11.1 əslində false, nə tər false-dur? Mən prosto orada söz dəyişmək yadımdan çıxıb. Deməli, burada flat yerin yerinə accommodation yazası idi. Mən yadımdan çıxıb. Accommodation. Bu nə deməkdir uşaqlar? Birinci, mən bunu sizə izah edeyim fərqini. Sadəcə mən 4 dənə false olmasın deyə 4 dənə false çıxa bilməzdə cavablarda. Məcbur olaraq onu dəyişəsiydim, prosto yadımdan çıxıb. Bax, flat zdaniye evidir, yəni bina evi. House isə evidir, nədir? Həyət evi. Yəni, bunlar bir-birini fərqlidir. Mətndə həyət evindən danışır, burada zdaniyadan danışır. Ona görə false olur, normal. İndi burada accommodation yazıb eləsəm, onda onun nolasıydı, true olasıydı. Çünki accommodation hamısına aid uşaqlar, fərqi yox. İstəyir həyət evi olsun, istəyir
Mən Zdanev olsun, fərqi yox. 11.2-yə baxırıq. Müəllim, amma flat olanda Bəli. true olur da, yəni düzdür? Yox, false olur flat olan. Yenə false olur. Niyə Hə, false false oldu olur. müəllim? Çünki Anlamadım mən. house həyət evi deməkdir. Flat bina evi deməkdir. Burada accommodation olsa düz olardı. Accommodation var, o yazılsa düz olardı. Burası mən 4 dənə şey Aydın. biraz. Hə. Uşaqlar 11.2-yə bir dənə baxın. Longs deyir, longs deyir. Bax, longs deyir, diqqətlə bax. Longs deyir, bəs deyir, evdə deyir, təhlükəli, yox, qorxulu şeylər edir. Longs hal-hazırda, orada yaşayan ailədir. Yəni, siz mənə deyin görün, orada yaşayan ailə pis bir şey deyib, yoxsa onlardan qabaq yaşayan ailə? Onlardan qabaq yaşayan ailəyə Deməli, öldürüblər. ondan olur bu. Adı false. Hal-hazırda yaşayan ailə eləməyib, uşaqlar, hal-hazırda yaşayan ailə yox, onlardan qabaq yaşayan ailə. 11.3-ə baxıram. 3-də yoxdur, deyirsən? Yoxdur. Uşaq 11.4-ə baxıram. 11.4-də burada deyir ki, qız deyir gecə vaxtı, gecənin yarısı kimsə oyadırdı. Mətndən tədir bəs? Müəllim, orada da deyir, oyanıb Yox. qışqırır. Oyanıb deyir. Mətndə deyir ki, özü oyanır. Burada deyir ki, kimsə oyadırdı. Səncə fərqli bir şey deyilmi bunlar? Axı oyanıb qışqırır, biraz qəribə deyil. Yəqin ki, kimsə nəsə eşidib oyanır da. Kim danışında o, kimdir onu danışan deyən? Sahilə deməli. Hə, Sahilə indi məsəl üçün fikirləş ki, uşaqdır, anası atası yoxdur idi. Qışqır qalsın. Kim oyanasın? İt oynası deyir ki, hə? Orası ilə Mətinin fikir. Bu sualı mən bu şey eləyəndir. Bu biraz diqqət tələb edən sual. Uşaqlar, gəlin bir dənə o cümləni tapsaq burada. Hardadır o? Bax, gör nə yazır? Bax, deyir ki, bax, their daughter began waking up. Onlar nə edirdi? Gecə vaxtı ortasında oyanırdı uşaqlar. Oyandıqda bu özü oyanır. Amma orada nə deyir? Orada deyir ki, kimsə oyadır. Bunlar bax, görsəm nə gözəl test. Adam gözünü hər yerini açır. Zaten qəbulda da belə olurdu uşaqlar. Bir tərəf, biri diqqət tələb edən olur, biri sənin ingilisini yoxlayır. Amma birinci qəbulda maşallah ingilisdən başqa şey yoxlayırdılar. Bir də müəllim, orada use nə mənada istifadə edilib? O birləşmə elə 11.4-də. Hə, use to o deməkdir ki, yəni oyanardı, yəni kimsə oyadardı. Amma o şey olub. Nə deyir? Elə vərdiş olub ona. Aydındır. Vərdiş. 12-ci suala baxırıq. Uşaqlar deyib, bu cümləni necə tamamlaya bilərik? Bu cümləni necə tamamlaya bilərik uşaqlar? Bu cümləni necə tamamlaya bilərik? Davam edirik. Normalda. Siz yazmışsınız bu variantı. Deyir ki, həmin ailə deyir. Ev almaq istəyir. Gəlin, baxaq görək, niyə görə almaq istəyir uşaqlar? Baxıram, gələm cümləyə. Gəlir, burada nə deyir? Deyir ki, arada da bu cümlə. Baxmayaraq ki, evin deyir uşaqlar, təmirə bir də bəzəməyə ehtiyacı var idi. Evi almaq qərarına gəldilər. O deyir, nə idi? Böyük idi, qiymət aşağı idi, bir də harada yerləşirdi? London mərkəzində. Yəni, uşaqlar, bunların evi almasının səbəbi nə olub? C variantı. Bəli, nə olub uşaqlar? Cavab olur nə variantı? C variantı. Onun qiyməti, onun nəyi? Onun, nəyi də bu? Ölçüsü, bir də onun nəyi? Onun yerləşdiyi yer. Yerləşdiyi yer uşaqlar. Yəni, mən məsəl üçün ev almağa gedirəm, elə dur, mən məsəl üçün təmirdə olmayan bir evi niyə görə aramışam? Çox axmaq deyiləm ki. Bu cümlə qalsın da. Bunlar məcbur olaraq təmirsiz ev alıblar. Niyə görə? Çünki ev onlara uyğun olur uşaqlar. Ölçüsü, qiyməti, bir də yer. Cavab olur C variantı. 13-ə baxıram. 13-də yoxdur, səhv sizdə. 13-də yazırsınız uşaqlar. Mən 13-də Y yazmışam, A çıxıb. 13-də hamı Y yazıb. 13-də hamı Y yazır uşaqlar. Bu nəmə elə belə seçmək. Bax 13-də. Uşaqlar, bax, bu underline söz nightmare. The nightmare nə deməkdir? Qorxulu yuxudur. Kabus kimidir də müəllim. Adı kabus deməkdir. Uşaqlar, Y variantına görə nə deyir? Y-də deyir ki, insan yatanda deyir, onun beynindən keçən şeylər. Buna biz yuxu deyirik uşaqlar. Bax, burada insan yatanda onun beynindən keçən pis şeylər desəydi, Y çıxardı düzgün cavab. Y çıxardı. Amma Y variantı uşaqlar, bax, nə deyir? Deyir, insan yatan zaman beynindən keçən şeylər. Bu yuxu sözü definition uşaqlar. Yuxu sözü olur, adi. Onun definition. Bir də A'ya baxın. A'da siz elə bilir ki, bəli. D-nin tərcüməsi necə olacaq? Gəldim. A variantda dream sözünün bir dənə arzu mənası yoxdur. Həmçinin yuxu mənası da var. Bax, qorxuducu yuxu deyir, bax, A variantı. D-də deyir ki, bəs sən çox narahatsan ki, gələcəkdə nəsə baş verəcək. Bu
kabusda sən fikirləşsən ki, uşaqlar ayda ayın 25-i, ayın 25-i. Gecə saat 3-də pis yuxu görəcəm. Sən kabusu əvvəlcədən şey edirsən, təxmin edirsən, yoxsa olur bu? Gələcəklə bağlı olmur uşaqlar kabus. Kabus olur, sonra sən kabus görmüşəm deyirsən də, demirsən ki, kabus görəcəm. Ona görə deyirsən. Ən uyğun uşaqlar adı, ən gözəl adı və definition adı. Müəllim, bəs Həqiqətən 7 niyə happen deyir, baş verir deyir axı? Yuxu həqiqətən baş vermir axı. Yox, beyində baş verir deyir. Həyatda baş verir demir ki, beyində baş verir. Hə, aydındır. Beyində baş verir. 14-də səhv yazmışsınız uşaq. 14-də Y yazmışsınız. Mən Y yazmışam orada. Səhv yazmışsınız uşaqlar. Orada qızı öldürürdü yoxsa döyürdü? Öldürür. Öldürürdü yoxsa döyürdü uşaqlar? Müəllim öldürür amma dedi də sonra kəsirdi axı. Ona görə Bax burası düzdür, bax düz deyirsən. Bax burası düz deyirsən. Problem yoxdur, bax düz deyirsən. Amma yəni vurmağı şey deyil də, yəni döyməyi düzgün deyil axı, döyməyi yoxdur. Bəlkə də döyüb, mətndə yoxdur döyməyi. Amma bax deyə, sən deyəni məsəl üçün səhv çıxarda bilərsən, bir də deyə bax. səhv çıxarda bilmərəm, amma Y Tam deyil. Tam deyil. Başa düşürəm, tam deyil, amma Y də şey deyil, düz deyil. Elə ki, bir dənə vurması yox, orada öldürməsi olsa daha yaxşı olar. He had killed 3 women and cut. Nə çaşdırır orada? Əslində vurandan sonra kəsirsə ölmüş olur da zaten. Ha? Yəni vurdu sonra da kəsdisə ölür də, yəni nəticədə. Maşallah sən də maşallah bu şeyə qarşı bir meyillisən mənə başda bu şiddətə qarşı, hə? O bilmirik yaxşı uşaqlar, bəlkə vurmadan öldürüb birbaşa. Hər şey ola bilər. Orada olmamışıq məsəl üçün. Orada olmamışıq deyə tam olaraq deyə bilmirik da. Bu ancaq öz deyə bilər, amma da özü maşallah ölüb. Müəllim orada izah eləyir axı, deyir öldürür, sonra yandırıb həyətə atır. Ha, bu harda yandırır? Dəyin görüm orada, baxın görüm yandırır mən görmədim. Yazır axı. Deyirsən? Bastırır hissələrini. Yandırmışdı, harda yandırıb? Yox, Bəlkə səhv görmüşəm, elə oxumuşdum. Yox, burada deyir öldürür. Sonra deyir bastırır sözü deyə, bastırır. Yandırır sözü ilə qarışdırmışam. Bastırıb uşaqlar, bastırıb. Yəni öldürür də, yəni hissələri ayırıb öldürür. Amma vurur yazın burada. Bax gör vurur var mı? Vurur var mı burada? Vurur söz yoxdur. Vurur yox deyə olmur uşaqlar. Biraz Tərcüməsini deyə bilərsiniz. nəyin tərcüməsini? O cümlədən əvvəlki cümlənin tərcüməsini. Kitchen olan deyirsən, kitchen olan cümlə. They say that onlar deyir ki, he murdered a woman deyir. O deyir mətbəxdə deyir, evin mətbəxində. 2 dənə yox, 3 dənə qadını öldürüb və onun bədənindəki hissələri kəsib. Yəni qolunu, qıçını, ayağı, başı falan kəsib uşaqlar. Yəni mən buna uyğun ona görə yeni yazmışdım mən. Yerəsə düzdür, sadəcə şey səhv, çox vurmağı, döyməyi səhv. Vurmaq, döymək söhbəti yox. Bax, ülkələr var da kəsilsə ölür. Ya mən nağarım, mətindir, mən neyim, nağarım. Ya yazmayıb da mətindir. Bəlkə də döyü var, biz bilmirik. Biz bilmirik. 15-ə baxıram, deyir, hansı, nə deyir? Nə üçün deyir, longslar, 15 soruşmuşsunuz uşaqlar 15-ə. Soruşdular. Deyir, nə üçün deyir, longslar uşaqlar həmin evi aldılar. 2 dənə səbəb var idi. Bir, ev məktəbə yaxın idi. Bir də bunların işləri şeydi deyə, şəhərdə idi deyə. İstəyirlər ki, şəhərə yaxın, yəni şəhərin mərkəzinə yaxın bir yer olsun. Yəni bunun cavabı var. 2-yə baxıram. What was the name of their daughter? Onların qızının adı nə idi? Jane idi. Yəqin tapdısınız bunu. Bu da var. 3-ə baxıram. Deyir ki, nə üçün deyir, yayın ortasında soyuq olur? Nə üçün soyuq olur? Orada deyir, soyuq olurdu, amma səbəbi yoxdur uşaq. 3 səhvdir. 4-də deyir ki, öldürdüyü qadınlarla deyir, olan arasında olan münasibəti nə olur uşaq? Bilmirik. Sadəcə öldürür, səhvdir. Bir də 5-ə baxaq uşaqlar. Burada 5-də bir də problem var. Nə tər problem var? Deməli, gözləyim bir dəqiqə, o cümləni göstərim sizə. Bax uşaqlar, burada belə bir söhbətlər var. Bax, bəs diqqətlə qulaq asın. Diqqətlə qulaq asın. Bax, burada gör nə deyir? Deyir ki, sometime later they learned about the owner of the house and the terrible things that happened there deyir. Çox pis şeylər baş verib deyir. Bax, çox pis şeylər baş verib deyir. Əslində sən buranı götürsən, nə bilim mən səs gəlirdi, kabus rüya falan gördülərsə, 5-i götürə bilərsən. Amma standart olaraq həmin o evin sahiblərinə nə baş verib, o cümlə yoxdur. Yenə deyirəm, biraz müəmmalı cavabdır bu. Yəni onu şey kimi götürsən, nə baş verib?
Səslər falan eşidirdilər də. Bunlar hamısı var idi. Onu götürsən, götürə bilərsən uşaqlar. Bir problem yoxdur. Amma burada əlbəttə ki, tam olaraq cavabı yoxdur. Ona görə bu da nədir? Tam olaraq cavab. Yəni yarı bir cavabdır da. Yəni götürsəm, dimdə düzdür. Bu qədər belə şey sual olmaz. 1 ilə 2 nədir? 100%. Gözəl. Bu da oldu bizim çox gözəl təkrarımız uşaqlar. Bu wow bir təkrar idi. Bir dənəsi də hazırlamışam. O da növbəti dərsimizi verəcəm inşallah. İndi keçirik tərifdən maraqlı hissəsinə. Söz hissəsinə keçirik uşaqlar. Söz hissəsinə. Söz hissəsinə keçirik. Ya Allah. Deməli, başlayaq. Ayşun mikrofonu aç zəhmət olmasa. Bilməliyim. Baxmısan sözlərə. Bəli. Gözəl. Yaxşı. Qoy söz açım özüm. Aça bilsəm deyəcəm. Əgər də 3 4 dənə soru soruşacağam, bilirəm çətinlik uşaqlar. Gələn dəfə də az verəcəm, narahat olmayın. Bütün qruplarda problem olur. Yəni əzbərləmək çətindir. Gələn dəfə də az verəcəm. Gözəl. Getdik. Ayşun sən mənə deyilən görüm. Sən mənə deyilən 3 dənə 4 dənə söz soruşacağım, qutarasıq. Inferior nədir? Inferior. Ayşun. Inferior aşağı düşmək, aşağı. Yaxşı, aşağı, düz deyirsən. Yaxşı, sən mənə deyilən görüm. Sustain nədir? Sustain. Səsin aşkar bilinən. Yox, davam eləmək. Davam. Davam edir. Sonra sən mənə deyilən görüm. Persist nədir? Persist. Persist. Hə. İsrar etmək, çox istəmək. Yaxşı, kifayət. Allah yar mikrofonu aç zəhmət olmasa. Allah yar dünyaya deyirsən. Aygün mikrofonu aç zəhmət olmasa. Bəli, mən. Aygün baxmısan sözlərə? Bəli, mən. Yaxşı, sən mənə deyilən görüm. Bəli, baxmışam. Əla, gözəl. Sən mənə deyilən görüm. Exceed nə demək? Exceed. Aşmaq, Aşmaq, gözəl. Encounter nədir bəs? qarşılaşmaq. Aha, descent nədir? Descent. Legend. Descent. Disiv layiq olmaqdırsa, descent aşağı. En bəlk. Yox. Layiqli demək, layiqli. Layiqli Hə, demək. layiq. Bəs Deceive disiv nə oldu nə bəs? idi? Aldatmaq demək deceive. Aldatma. Leisure nədir? Leisure. Boş asudə vaxt. Gözəl. Fidan mikrofonu aç zəhmət olmasa. Fidan Şabanova. Fidan da dinləyir yəqin. Fidan, sən mənə deyilən görüm. Baxmısan sözlərə Fidan? Baxmışam mən. Sən mənə deyilən görüm. Neglect nə deməkdir? Neglect. Neglect laqeyd. Aha, yaxşı. Sən mənə lose yazılan nədir? Lose. Lose. Daxma. Yox. Bu şey boş. Boş deməkdir. Boş. Whistle nədir? Whistle. Hə, bəli, baş. Whistle nədir? Whistle. Gözəl. Sən mənə deyilən görüm. Tremendous. Tremendous nə deməkdir? Tremendous. Tremendous. Onu bilmədim mən. Böyük şey deməkdir. Şey deməkdir. Geniş deməkdir. Gözəl. Firuzə mikrofonu aç zəhmət olmasa. Bəli. Firuzə sən mənə deyilən görüm. Distant nədir? Distant. Uzaq. Fake. Saxta. Fairy. Pəri. Prosper. Prosper yazılan. Uğur qazanmaq. Bu nə var? Başı qaçıb bitir. Sən mənə deyilən görüm. Deməli, bəs kifayətdir bu qədər, kifayət, yaxşıdır. Sahil mikrofonu aç zəhmət olmasa.
Bəli. Sahilə, sən mənə denən görüm, irritate nədir? Irritate. Qıcıqlandırmaq. Sonra offend nədir? Offend. İncitmək. Yaxşı, sən mənə deyir, grateful nədir? Grateful. Grateful. Məmnun. Nə? Məmnun. Qənaətlər. Məmnun. Minnətdar, yəni, gözəl. Bir dənə denən görüm, preach nədir? Preacıq. Bir dəqiqə. Necə yazılır? Preacıq yazılır. Preacıq. Təbliğ etmək. Gözəl. Deməli, Cəmilə mikrofon zəhmət olmasa, Bəli. Cəmilə, sən mənə denən görüm, bloom nədir? Bloom. Çiçəkləmək. Arise nədir? Arise. Baş vermək idi. Baş vermək. Sonra bəs acquire nədir? Acquire. Əldə etmək. Yaxşı, sən mənə denən görüm, tease nədir? Tiyasi. Ama Yadımdan niye çıxdı. geldin yine? İstirahat. Tease nədir? Söz atmaq falan deməkdir. Söz atmaq deməkdir. Davam edirik, davam edirik. Real mikrofon zəhmət olmasa, Bəli. hər bu o axşam qrupunda olsaydın, onlardan soruşa bilmədim söz. Vaxt çatmadı. Sən soruşmasaydın. Sən mənə deyirəm ki, decay nədir? Decay. Yetişməkdir. Yox, but Yox, decay. sürmək. Sürmək, yaxşı, gözəl. Irritate nədir bəs? Irritate. Qızıqlandırmaq. Qızıqlandırmaq. Yaxşı, sən mənə deyirəm görüm, sneeze nədir? Asqırmaq. Gözəl. Sonra satisfactory nə demək? Satisfactory. Ona oxşayan 2 dənə söz var. Biri qənaətbəxş idi. Aha. O birisi satisfaction-da razılıq. Razılıq. Ayso, biri isim forması, biri. Əla, gözəldir, yaxşı. Selma mikrofon aç zəhmət olmasa. Selma, sən mənə denən görüm, disgrace nə deməkdir? Disgrace, disgrace. Mən sözlər öyrənməmişəm. Nə? Sözlər öyrənməmişəm axşamüstü. Axşam xeyir, oldu Selma, oldu. Sevil, mikrofon aç zəhmət olmasa. Bəli, müəllim. Mən 1-dən 4-ə qədər öyrənmişəm. 5-ə Yaxşı, Sevil. Yaxşı, soruşum, 1-dən 4-ə soruşum. Sən mənə denən görüm, occupy nə deməkdir? İşğal etmək. Modest nədir bəs? Modest. Pancaq. Əslində o da şey də, o mənası təvazökar deməkdir. İndi utancaq ağlına gələn şey tərcümə çıxır. Sonra sən mənə denən, bəli. Müəllim, payın. O Nə var? mənası yine. Payın. Nə çıxardırsan? Nə sən nə baxmısan? Nə tə öyrənmisən mənası? Mən şam ağacı kimi çıxartmışam, bir də darıxmaq. Yox, bax, darıxmaq kimi çox şey eləmir. O, belə deyək də. O şam ağacı kimi yox. Amma məsəl üçün pineapple deyirsən, Bəli. Bax, oradakı o apple almadı. O pine'da o bütün o küknar kimi şam kimi ağaclar götürürsən. Hamısı gedir orada. Yəni bir dənə şam deyil o. O ağac kimi gedir, götürürsən. Bildim. Elə yadına saxla. Sonra sən mənə denən görüm, repay nədir? Repay. Repay. Necə yazılır müəllim? Repay, repay. Geri ödəmək, geri ödəniş. Yenidən ödəmək, bir də ödəmək. Bəs sən mənə denən görüm, nə var burada? Yaxşı, kifayət. Şəfəq mikrofon zəhmət olmasa. Bəli, müəllim, eşidirəm. Şəfəq, sən mənə denən görüm, grateful nədir? Grateful. Məmnun olmaq. Aha, məmnun. Sonra sən mənə province nədir? Province. Province. Neydi province? Unuttum aniden. Əyalət deməkdir. Bəli, Əyalət. Scar nədir? Sıcar. Necə? Sıcar yazılır, scar. Üzdə çapıq. Ayso. Whistle nədir? Pıçıltı. Yox, fiş çalmaq idi. Fit çalmaq, hə? Hə, fiş neymiş? Fit. Discourage nədir? Discourage, nə dilim dolaşır, nə? Discourage. Discourage. Ruhdan nədir? Çal. Ruhdan salmaq, bəli. Gözəl. Ülkər mikrofon aç zəhmət olmasa yaxşıdır. Ülkər mikrofon aç zəhmət olmasa. Ülkər, sən mənə denən görüm. Acquire nə deməkdir? Acquire.
Səsin gəlmir ha, Ülker. Əldə etmək. Müəllim sağ olun. Hə, Gecəniz xeyrə. Sağ ol, sağ ol, sağ ol. Hə, düz deyirsən. Overlook nə deməkdir Ülker? Overlook. Biraz yüksəkdən danış Ülker, zəhmət olmasa. O vecinə almam. Düz deyirsən. Neglect nə deməkdir onda bəs? O da onun sinonim. Hə, yaxşı onda sən mənə denən görüm, sən yaxşı yazmıramsan deyirsən. Modest nə deməkdir? Təvazö. Təvazökar demək, yaxşıdır Ülker, yaxşı. Zərif mikrofon aç, zəhmət olmasa. Mən. Mən sənə Ülker 5 ay dərs demişəm, dərsdə. Mən 5 ay ərzində 3 ay ənənəvi dərsdə də. İndi burada 2 ayda eşitdiyim səsini orada daha çox eşitmişəm, yəni. Sivdə sənin səsin çıxmır. Hə, Zərif, sən mənə denən görüm. Sən mənə denən görüm. Restore nə deməkdir? Restore. Bərpa etmək. Bərpa etmək. Yaxşı, sən mənə denən görüm. Overcurrent nə deyib? Avquart. Yöndəmsiz, narahat. Bəndəmsiz deməkdir. Deceive nə deməkdir? Deceive. Aldatma. Aldatmaq deməkdir. Sonra sən mənə denən görüm. Inferior nədir? Inferior. Aşağı səviyyəli. Aşağı səviyyə. Yaxşı, bir də mənə deyirsən, low nə deməkdir? Lose. Boş. Gözəl. Kimisə bir sualı, bir istəyi, bir iradə təklifi yoxdur, uşaqlar. Yekunlaşdıraq. Gedin siz istirahət edin. Mən də gedim evi çata bilirəm gedim. Gecəniz xeyir qalsın. Sağ ol. Sağ ol. Sağ ol. Xeyrə qarşı, sağ ol.